Hepinizi salamlayıram. Öncəliklə özümü təqdim etmək istərdim. Mən Nigər Feyzullayeva, təlim-tədris işləri üzrə şöbə müdiri vəzifəsində çalışıram. Bildiyiniz kimi, bugünkü təlimimizin mövzusu kibertəhlükəsizlik və təhlükəsiz rəqəmsal davranış mövzusunda olacaq. Təlimçilərimiz isə sahə üzrə ekspertlər Toğrul bəy və Yusif bəy olacaq. Əgər bizi eşidirlərsə, Toğrul bəy və Yusif bəy, buyurun söz sizdədir. Salam, hər vaxtınız xeyir. Salam Toğrul bəy, hər vaxtınız xeyir olsun. Salamlayıram hər kəsi. Salam. Başlayaq. Ekran görüntüsü var. Bəli, ekran görüntüsü var. Başlaya bilərik. Bugünkü bizim təlimimizin məqsədi kiber təhlükəsizlik, buradan da görüldüyü kimi təhlükəsiz rəqəmsal davranışdır. Yəni burada bizim təqdimat bir neçə hissədən ibarətdir. İlk əvvəl kiber təhdidlərin nə qədər ziyan verdiyinə biz baxırıq. Sonra kiber təhlükəsizliyin idarə etmə standartlarından tanış oluruq. Daha sonra isə biz kiber hücumların əsas fokusunun olduğu istiqamətlər, yəni siz əməkdaşların, dövlət qurumu əməkdaşlarının məruz qala biləcəyi bir neçə hücum növündən sizləri tanış eləyəcəyik. Məsəl üçün də bu təlimdə əsas məqsəd təbii ki, strategiya var və bu strategiyanın tələbini icra etməkdir, amma bizim məqsədimiz sizi maarifləndirməkdir ki, burada qeyd olunan kimi bir səhv, bir klik və ya bir klik, bir səhv. Hər hansı bir şübhəli, bu hər şey ola bilər də, irəlidəki slaydlarda biz bunu daha dəqiq deyəcəyik. Bir şübhəli hərəkət nəticədə böyük fəsadlara gətirib çıxarda bilər. Toğrul bəy, zəhmət olmasa bir slayda keçək. Yəni, məsəl üçün də biz burada qeyd olunduğu kimi hər birinizin bir tutduğu vəzifə var və siz düşünürsünüz ki, siz IT əməkdaşı deyilsiniz və kiber təhlükəsizlik əməkdaşı deyilsiniz. Bununla belə siz nə edirsiniz? Fikirləşirsiniz ki, bəli, bu kiber təhlükəsizlik sizin məsuliyyətiniz deyil. Amma sizin də xəbəriniz olmadan həmin bu hacker qruplar birbaşa əməkdaşları hədəf alaraq bu formada hücumlar həyata keçirdə bilirlər ki, burada gördüyünüz kimi, yəni hər saniyədə bir, geri qayıdınız zəhmət olmasa, hər saniyədə bir hücum olur. Yəni kiçik bizneslərdə 43%, orta zərər hardasa bir insidentdə 4,8 milyon dollar və hücum sonrası 60% bizneslərdə əgər müvafiq tədbirlər və sığorta yoxdursa, belə olan halda biznes sonlanır, yəni davam edə bilmir sahibkar. Davam eləyək zəhmət olmasa. Toğrul bəy, buyurun. Birinci hissədən başlayaq, birinci sessiyamızdan. Birinci sessiyamız hüquqi çərçivələr, qlobal standartlar və idarə etmələrdir. Bu hissələrdə qısa sadəcə bir keçid eləyəcəyik ki, bizim əsas, çünki məqsədimiz nədir? Təhlükəsiz mühiti qurmaqdır. Amma bu mühiti qurarkən əsas diqqət eləməli olduğumuz müəyyən hissələr var ki, biz bu hissələrə diqqət etməliyik ki, bu bizim prosesimiz davamlı şəkildə inkişaf eləsin. Birincisi hüquq, ikincisi standart, üçüncüsü idarə etmədir. Deməli, hüquq hissəsində biz nə etməyə məcburuqdur? Yəni ümumiyyətlə, çünki artıq bütün dövlət orqanları kritik infrastrukturu daxilindədir və bu da o deməkdir ki, dövlətin buna xüsusi bir nəzarəti var. Yəni buna görə biz nə etməyə məcbur olduğumuzu bilməliyik. Çünki dövlət müəyyən qanunları bizə deyir ki, bunlar mütləq bir şəkildə olmalıdır. İkincisi isə standartlardır. Bu standartlar isə həm dünya bazarına uyğun, həm də yerli bazara uyğun şəkildə formalaşır. Hansı ki, bu sahənin mütəxəssislərinin qeyd elədiyi best practice dediyimiz ən yaxşı təcrübə. Məsələn, belə danışsaq ki, meyli analiz edirik. Bunu nəyə əsasən analiz eləməliyik? Bunun ən yaxşı halı hansıdır? Bunu standartlar təmin edir. Daha sonra isə idarə etmədir. Bir növ audit gözündən baxa bilərik. Yəni biz vərəq üzərində hər bir şey yazırıq və baxaq görək ki, həqiqətən də biz bunu edirikmi? Bir növ üçüncü tərəf baxışıdır. Burada hüquqi çərçivələr bayaq qeyd etdiyim kimi həm qlobala əsasən ola bilər, həm də regional olaraq da əsaslana bilər.
Və bundan yanaşı ən önəmli hissə milli qanunvericilikdir. Kiber təhlükəsizliyi haqqında qanunvericilik. Hətta bu yaxınlarda Milli Kiber Təhlükəsizliyi Agentliyi də yarandı bununla bağlı. Və burada nə edir? Yerli normativ hüquqi aktlar hazırlanır və tənzimləyici qurumların qoyduğu mütləq hüquqi tələblərdir. Daha sonra isə uyğunluq və risklərdir. Bu hissələrdə əsas nədir? Məsələn, bayaq da Yusif bəyin qeyd elədiyi kimi, yəni adi bir işçidən də danışsaq belə, adi bir işçi yenə böyük bir qurumun reputasiyasını aşağı sala bilər bir səhv ilə. Ona görə burada əsas reputasiya itkilərini ön hissəyə qoymaq olar. Daha sonra isə qlobal standartlar və çərçivələr bu nəticədə yerli belə deyim, qanun yazılsa belə, dünya üzərindəki ən yaxşı təcrübələr üzərindən yazılır. Buna görə də bizim ən yaxşı bildiyimiz təcrübə ISO 27001 standartıdır. Və burada isə NIST çərçivəsidir, Cyber Security Framework üzərində. Bunun da 5 əsas sütunun məqsədi nədir? Birincisi təsdiqləmədir, identify. Yəni ki, biz əsasən bizim nələrimiz var? Çünki hücum səthi dediyimiz bir anlayış var və bu o deməkdir ki, bizim internetə, yəni hamıya əl çatan olan bir məlumatımız əslində bizim üçün bir təhlükədir. Bizim əsas məqsədimiz bu təhlükələri təyin etməkdir ki, buna qarşı bir metod yaradaq. İkincisi protect-dir. Yəni biz müdafiə etmək üçün nələrdən istifadə edə bilərik? Bunun üçün xüsusi həllər var, proqramlar və s. bunlardan istifadə olunur. Üçüncü hissə isə detect hissəsidir, yəni aşkarlama. Deyək ki, bizə zərərli bir mail gəldi və işçi səhvən bunu kliklədisə, bundan sonra nəticədə hücumçu sistemə daxil olur. Biz daxil olan hücumçunu nə qədər tez tapmalıyıq? Dördüncü hissə isə responddur. Deyək, yəni cavab vermək. Biz deyək ki, hücumçunu tapdıq. Bundan sonra nə etməliyik? Və bu hissəsi önəm daşıyır. Beşinci hissə isə artıq bərpa hissəsidir. Deyək ki, hücumçu xırda da olsa bir zərər verdi sistemə. Bunu necə eləyək ki, əvvəlki hala gətirək? Burada xüsusi spesifik standartlar var. Burada məsələn bizim qurumun xüsusi yanaşdığı məsələlərə görə standartlardır. Məsələn, deyək ki, ödəmələr və s. varsa, buna görə PCI DSS istifadə olunur. Və ya biz cloudda, buludda bir şey saxlayırıqsa, bunun mütləq ayrıca bir standartı var. İdarə etmə əsasən nə üçün istifadə olunur? Çünki biz kağız üstündə yaza bilərik ki, məsələn, bizim maillər tam şəkildə analiz edilir və buna uyğun şəkildə bir reaksiya görülür. Amma idarə etmənin əsas məqsədi odur ki, həqiqətən də kağızda yazılan kimi belə bir proses görülür ya yox. Daha sonra isə risk idarəsidir. Risk idarəsi nədir? Deyək ki, biz bir boşluq tapdıq. Bu boşluğu necə aradan qaldırmalıyıq və aradan qaldırmasaq bu bizə nə kimi bir risk verə bilər? Daha sonra isə daxili siyasətlər və prosedurlardır. Burada isə biz əsasən daxili siyasətlərə görə, məsələn, biz müəyyən bir mail analizi edək. Bunun xüsusi bir çərçivə əsasında eləməliyik. Nələrə diqqət eləməliyik və s. Və burada da ən mükəmməl istəyir qanunlar yazılsın və ya gedək ən yüksək məbləğli proqramlar alaq. Amma yenə bir insanın səhvi və düzgün idarə etmədiyi o halda burada böyük bir problemlər yarana bilər. Bu təqdimata əlavə, Toğrul bəy, bir dəqiqə, bu təqdimata əlavə deyə bilərəm ki, yəni burada indi biz hər birinizi tanımırıq, 94 nəfər yoldaş var. Yəqin aranızda əgər rəhbər şəxslər, qərar verən əməkdaşlar varsa, ümumiyyətlə informasiya təhlükəsizliyi risk əsaslı olduğu təqdirdə daha effektiv olur. Yəni Toğrul bəyin qeyd elədiyi kimi, siz gedib ən yaxşı alətləri ala bilərsiniz, ən yaxşı proqram təminatları, ən yaxşı avadanlıqlar tətbiq edə bilərsiniz. Amma bu sizin müdafiəni təmin edə bilməz. Yəni, bir risk müəyyən olunur ki, keçən il bizdə, dövlətimizdə risk reyestri çıxarıldı ki, risklər müəyyən olunur və biz o riskləri necə aradan qaldıra bilərik deyə bir qərar verməliyik. Çünki riski həll etməyin 3 yolu var. Ya biz onun qarşısını alırıq, ya riskin təsiri az olur, biz onu qəbul edirik, ya da üçüncü tərəfə ötürürük ki, üçüncü tərəf ondan məsul olsun və bu riskləri aradan qaldırsın. Yəni, burada bəlkə də sizə maraqsız ola bilər bəzi yoldaşlara ki, bu qanunvericilikdir, nədir, amma əsas məsələ orada təhlükəsizliyin risk əsaslı olmasıdır. Yəni, məsəl üçün, İqtisadiyyat Nazirliyinin təhlükəsizliyi var. Yəni, İqtisadiyyat Nazirliyinin binasının hər tərəfinə tank düzə bilərsiniz. Amma yəni buna ehtiyac varmı? Təbii ki, yoxdur.
Çünki orada digər təhlükəsiz vasitələri var ki, hansı ki, bu risklərin hər birinin qarşısını alır. Buyurun Toğrul bəy. Hı -hı. İndi isə müasir kiber təhdidlərdən, sosial mühəndislik və phishing anatomiyasından danışaq. Müasir kiber təhdidlər biz nəyə görə deyirik? Çünki artıq kibersfera tək hücumçuların deyil, dövlət mənfəətləri üçün də istifadə olunur və bu yaxşı mənada da, pis mənada da istifadə edilir. Məsələn, bizim APT dediyimiz anlayışlar var, dövlət dəstəkli qruplar var, hansı ki, digər ölkələrə hücum edirlər. Məsələn, ən geniş hücumlardan biri ransomware as a service-dir. Bu nədir? Fidya proqramları var, deyək ki, düşdüyü sistemdəki bütün faylları şifrələyir. Və sizin də müəyyən fayllarınız çox kritik olduğuna görə məcbur həmin şifrəni almaq üçün hücumçu ilə əlaqə saxlayırsınız və onun istədiyi məbləği ödəyərək həmin açarı alıb bütün proqramları yenidən şifrəsini açırsınız. Burada da ransomware as a service necədir? Bir hücumçu deyək ki, sistemlərə girə bilir, hücum eləyə bilir, amma proqram yaza bilmir. Ona görə də bu tərz fidya proqramlarını gedib alır və aldığı adamla da müəyyən bir pay ətrafında bölüşür. Və ən geniş yayılmış hücumlardan biri də süni intellekt dəstəkli hücumlardır. Çünki əvvəldən məsələn bir işçinin şifrəsini qırmaq üçün müəyyən bir siyahıdan istifadə edirdilər. Amma indi süni intellektdə məlumatlar verilir. Yəni bu adamın ad soyadı budur, doğum tarixi budur. Məsələn deyək ki, valideynləri budur, övladı budur, işlədiyi yerlər budur. Buna uyğun şəkildə bu insan nə tip bir parol yarada bilər? Və bunun hamısının siyahısını alıb və həmin siyahıdan hücum edirlər və demək olar ki, 90% effektiv geri dönüş alırlar. Ən sonda isə təhdid zənciri hücumlarıdır. Yəni bu nədir? Misal üçün sizin şirkətiniz yüksək səviyyədə qorunur, lakin sizin əməkdaşlıq etdiyiniz şirkətə bir kiber hücum olunur. Belə olduğu halda həmin hücum edən şəxs o şirkətlə sizin şirkət arasında əlaqə olduğu üçün sizin şirkətə də hücum edə bilər. Və bu isə təhdid zənciri hücumlarıdır. İndi gələk sosial mühəndisliyə. Sosial mühəndislik nədir? Çünki artıq texnologiyalar həm süni intellekt dəstəkli, həm də professional proqramçılar vasitəsilə yaxşı yazılsa da, yenə də kiber təhlükəsizlikdə ən zəif bənd insan olduğuna görə hücumçular artıq proqramdakı boşluqları tapmaq yerinə birbaşa insanlardakı boşluqları tapırlar. Və buna bir növ sosial mühəndislik insan xakerliyi deyilir. Yəni normal bir xaker gedib sistem qırmaq yerinə insan üzərində bu manipulativ danışıqlarla ondan məlumat almağa çalışır. Məsələn, insan xakerliyi nədir? İnsanı manipulyasiya etmək, yəni psixoloji təsir yaratmaq. Məsələn, bu insanın müəyyən bir mövzuya marağı varsa, onun üzərindən məlumat göndərilə bilər və hal-hazırda vəziyyəti pisdirsə, bununla bağlı onu necə tələyə sala bilərlər, bu ətraf haqqında düşünülür. Məsələn, sosial mühəndisliyin 4 əsas psixoloji üstunu var. Birincisi təcillikdir, yəni tələsdirmə. Yəni deyək ki, sizə bir mail gəlir və bu maildə də əsas nə olur? Misal üçün belə bir sual verim. Məsələn, təcillik dedikdə, yəni dərhal edin və ya sonra silinəcək. Sizə bununla bağlı meyllər gəlib. Gəlir, bəli, arada gəlir. Amma indi artıq bloklanıb. Xeyr, gəlmir. Son vaxtlar yoxdur elə bir şey, ümumiyyətlə. Məsələn, o tərz meylləri analiz edəndə əsas məqsəd qısa bir müddət ərzində müəyyən bir reaksiya verməyiniz tələb olunur. Çünki nə qədər çox tələsdikdə insan bir o qədər daha çox səhv buraxır. Və bu təcilliyi də bunu aşılamaqda məqsəd odur ki, tələsən insan istər-istəməz səhv buraxmış olacaq. Məsələn, sonra avtoritet tərzində var. Məsələn, yüksək idarə heyətindən mail gəlir sizə ki, məsələn, müdürdür, deyir ki, filan məlumatlar mənə çatdırılsın tərzində bir mesaj yollanıla bilər. Daha sonrası qorxu üzərindədir. Yəni deyək ki, sizə bir zərərli virus düşüb kompüterinizə, bunu tez müddətdə silmək lazımdır, yoxsa müəyyən problemlər yaradacaq. Bu da artıq qorxu yaradır və yaxud da ki, maraq. Bu da nədir? Məsəl üçün belə deyək, şirkət daxili bir mail gəlsə ki, artıq 2026-nın bonus və avansları haqqında bir PDF hazırlanıb atılsa ki, maaş artımı və s. haqqında buradan məlumat ala bilərsiniz. Demək olar ki, işçilərin çoxu həmin maillərə klikləyəcək. Və bu tərzdə sosial mühəndislikdən istifadə oluna bilər.
Sosial mühəndisliyin bu növləri var. Misal üçün phishing var bildiyimiz. Phishing nədir? Ümumi hamıya atılan bir meyldir. Bir şablon yaradılır və bu şablon üzərindən hamıya meyl atılır. Daha sonra isə vishing var. Bu arada bunu da qeyd edeyim ki, yəni phishingin elə böyük bir effektivliyi çox böyük qalmayıb. Çünki artıq demək olar ki, bu tərz meyllər müəyyən proqramlar tərəfindən avtomatik tutulur. Sonra isə indi artıq süni intellektlə də inkişaf eləmiş vishing hücumu var. Yəni belə təsəvvür eləyin ki, bir nömrədən sizə zəng gəlir və bu nömrədən də danışan şəxs sizin ən yaxın bildiyiniz bir adamdır. Təşviş içində sizdən kömək istəyir və s. Yəni belə olduğu halda artıq bu tərz hücumlar daha effektiv rol oynayır. Sonra isə smishingdir, yəni telefonlara gələn SMS-lərdir ki, bir ara Azərpoçtdan ki, meyllər gəlirdi ki, bağlamanız müəyyən bir problem yaranıb, daxil olaraq məsələn məlumatları dəyişin, yoxsa bağlamanız gəlməyəcək tərzində ki, bu da hamıya göndərilirdi. Və ən sonda isə baiting hücumları var. Baiting hücumları isə biraz fiziki hücumlara keçir deyə hər bir halda effektiv olmur. Çünki bəzi infrastrukturlarda kompüterə flash kart taxmağa icazə verilmir deyə bu tərz hücumlar heç də uğurlu olmaya bilər. İndi phishingin anatomiyası haqqında danışaq. Birincisi, biz bir insanın necə hədəfi ola bilirik? Çünki biz dedik ki, biz sadə bir əməkdaşıq. Bir hücumçu bizi niyə hədəf olaraq görsün? Bunun da 5 addımdan ibarət prosesi var. Birincisi, OSINT dediyimiz açıq mənbələrdən araşdırmadır. Yəni, hamı işə təzə daxil olanda bunu internetdə paylaşa bilir. LinkedIn kimi platformalarda paylaşır ki, mən filan hissədə işə başladım tərzində. Bu artıq bir hədəf kimi qəbul oluna bilər. Çünki hücumçu girib şirkəti araşdırır və araşdırdığı zaman əsas diqqət elədiyi hissə bu şirkət kimlərlə əməkdaşlıq eləyir və işçiləri kimlərdir. Çünki korporativ net şəbəkədə xaricdən müdaxilə olunmasa da daxildən müdaxilə oluna bilər. Və bu daxilə də əlçatanlığı olan işçilər olduğuna görə işçilər də birbaşa hədəf sayıla bilinir. Daha sonra isə hazırlıqdır. Yəni bu adam OSINT eləyir, bir insanı hədəfə alır və başlayır onun haqqında məlumat araşdırmağa. Yəni onun sosial medialarından araşdırır ki, hətta sizin ona görə deyilir ki, sosial media kənara bağlı olmalıdır. Çünki bu tərz açıq mənbədən adam sizin profilinizi yazıb, daxil olur və sizin gündəlik fəaliyyətinizi izləyə bilər yaxından. Yəni story paylaşırsınız, oradan baxa bilər və paylaşdığınız postlara, yazdığınız yazılara əsasən sizin necə bir insan olduğunuzu da təxmin eləyə bilər. Məsələn, siz daimi olaraq izlədiyiniz şəxslərə baxır. Məsələn, izlədiyiniz şəxslər müəyyən firmalardırsa, onlar adından sizə mesaj ata bilər. İkinci hissə artıq hazırlıq bölməsidir. Yəni burada sizin marağınızı cəlb edə biləcək bir ssenari hazırlayır. Və ona uyğun şəkildə domen adlarını almağa başlayır. Məsələn, deyək ki, Microsoft adında bir mail hazırlamalıdır. M yerinə RN yazır və ya O yerinə 0 yazır. Bu tərz aldadıcı domen adları ilə sitəliyə çəkə bilər. Üçüncü hissə isə artıq çatdırılma hissəsidir. Yəni elektron poçtun sizin belə deyim, poçta gəlməsidir. Dördüncü hissə isə icradır. Deyək ki, onun içərisinə bir zərərli fayl qoya bilər, bir executable, yəni exe faylı qoya bilər, bir PDF qoya bilər, bir dokument faylı qoya bilər ki, siz kliklədiyiniz zaman arxada müəyyən kodlar işləsin deyə. Həmin sonda isə 5-ci artıq sızmadır. Sizin kompüterə daxil olaraq həm sizin şirkətə də sıza bilər və yaxud da ki, siz müəyyən bir səviyyədə idarə edicisinizsə, sizin kompüterə sızmaq belə ona kifayət edə bilər. Daha sonra isə hədəfli phishinglərdən danışırıq. Bu artıq daha professional və yazı mətnindəki səhvlər demək olar ki, sıfıra bərabər olan phishing növləridir. Bunlardan biri spear phishingdir. Spear phishing nədir? Konkret olaraq mən hədəfləmişəm ki, bir şəxsə hücum eləməliyəm. Onun bütün tapa biləcəyi məlumatları axtarıram. Hətta bu şərt deyil ki, siz açıq olaraq paylaşın. Gizli olaraq da paylaşsaz, məsələn, müəyyən tanışlarınız haqqında məlumat yığıb, onların profiliymiş kimi də sizə yaxınlaşa bilərəm. Burada isə tam olaraq birbaşa dizayn olunur sıfırdan, tam sizə belə deyim, maraq dairənizi çəkə biləcək bütün məqamlar göz önünə alınaraq.
Daha sonra isə whaling-dir. Whaling isə daha çox C-level şəxslərə yönəlmiş hücumlardır. Bir də business email compromise var, yəni BEC. Bu nədir? Bu daha çox korporativ yazışmaların ələ keçirilməsidir. Məsələn, deyək ki, sizə saxta şirkət adından çek göndərilir, ödəniş çeki və s. Bu tərz hücumlara da bunu aid etmək olar. İndi saxta phishing e-poçtunu necə tanımaq lazımdır? Bunun barəsində biraz danışaq. Çünki əsas məsələ budur. Çünki kiber hücumun ilkin mərhələsi insandan başlayır. Və bu da adətən demək olar ki, phishing mailləri üzərindən keçir. Yəni biz bir phishing mailini doğru tanıyıb o phishing olduğu halda qarşısını alsaq, demək olar ki, böyük hücumların 90-95%-nin qarşısını almış olacağıq. Birinci nə etməliyik? Birinci əlbəttə ki, göndərənin kim olduğunu təsdiqləməliyik. Yəni bizə bir nömrədən zəng gəlirsə, bizim ilk gördüyümüz iş həmin nömrəni təsdiqləməkdir. Yəni mən bu nömrəni tanıyıram ya yox. Yaxud da ki, bu tanıdığım nömrədir ya yox. Ona görə bizə mail gəldiyi zaman bunun domen adı qeyd olunur, senderin adresi. Həmin adresi yoxlaya bilərik ki, bu zərərlidir ya yox tərzində və ya realla görünənlə birə-bir eynidir ya yox. İkincisi isə məsələn link hoveringdir. Bu nədir? Məsələn, əvvəllər linklər açıq şəkildə göndərilirdi, amma indi məsələn bir qutunun içərisində göndərilir. Məsələn, burayı kliklə başlığında bir dənə yazı ola bilər, bir görüntü ola bilər. Belə olduğu halda linki biz açıq şəkildə görməsək də, yenə də bu linkləri analiz eləmək olur. Məsələn, üzərinə yaxınlaşdırdıqda sol altda məsələn həmin link hara göndərəcəyi yazılır. Daha sonra isə təhlükəli qoşmalardır. Burada nə ola bilər? Məsələn, doc faylı var, .doc. Məsələn, onlardan biri də docm-dir. Docm odur ki, daxilində kodu avtomatik çalışdıran bir makro enable olur. Belə olduğu halda, məsələn, sonu m-lə bitirsə və ya .exe ilə bitirsə, ən kritiklərdən biridir. .exe ilə bitirsə, məsələn, burada qeyd olunur, .pdf, .exe. Bu konkret olaraq zərərli fayl demək 100% doğru olar. Daha sonra isə generik salamlaşma və dil qüsurlarıdır. Bu da nədən qaynaqlanır? Deyək ki, xaricdə bir hücum baş verir və bunu regional Azərbaycana biri yönləndirmək istəyir. Belə olduğu halda, məsələn, bütün teksti götürür, translate ilə tərcümə edəndə məntiq xətaları və ya sözlərdə müəyyən səhv yazmalar baş verə bilər. İndi müdafiə strategiyasından danışaq. Çünki burada hər nə qədər insan ön planda olsa da, bizim nəticədə texnologiyamız da buna hazır olmalıdır. Bunlardan biri nədir? Elektron təhlükəsizlik protokollarıdır. Bunlar avtomatik, deyək ki, saxta domendən mail gələndə avtomatik bloklayır və ya səhv bir yerdən mail gələndə avtomatik onu bloklayır. Bizim sonra ən çox bildiyimiz MFA, yəni Multi-Factor Authentication, yəni bu nəyə bildirir? Deyək ki, biz bir sayta daxil olduq, phishing saytına. Userlə, yəni istifadəçi adımızdan parolumuzu yazdıq. İndi belə olduğu halda adam deyək ki, Instagramın rəsmi səhifəsi etmiş kimi göstərirsə, biz Instagramda Multi-Factor Authentication açsaq, o adam istifadəçi adı parolu bilsə belə, MFA kodunu yaza bilmədiyinə görə hesaba daxil ola bilməyəcək. Bunlardan da biri daha sonra phishing simulyasiyalarına davamlı təlimdir. Davamlı təlim insanlar üçündür. Phishing simulyasiyası isə bu təlimin nəticələridir. Yəni insan öyrəndiyini praktika etmədiyi müddətcə, yəni sadəcə nəzəri məlumatları bilmiş olur. Amma biz bunu belə deyim, karantinə alınmış şəkildə, yəni şirkətin özünə zərər vermədən praktika eləyə biliriksə, phishing mailini doğru şəkildə təyin eləyə biliriksə, bu artıq demək olar ki, prosesin çox böyük bir qismini həll eləmiş olduğumuzu göstərir. Məsələn, deyə bilərsiniz ki, phishing simulyasiyalarını necə eləyək? Bununla bağlı müəyyən platformalar var ki, bunlardan da biri Thread platformasıdır. Mirzə bəy bu haqda ətraflı məlumat verəcək. Salam, hər vaxtınız xeyir olsun. Səsim gəlir? Bəli, Mirzə bəy gəlir səsimiz. Hər vaxtınız xeyir olsun. Toğrul bəy düzgün qeyd elədi ki, hal-hazırda hücumçular tərəfindən korporativ mail ünvanlarına phishinglər göndərilir və orada olan işçilər vasitəsilə şirkətlər sızmağa çalışırlar. Belə olan təqdirdə artıq bilirsiniz ki, günümüzdə fiziki resurslar Toğrul bəy də qeyd edir ki, onlar qorunur
şirkətlərin IT komandası tərəfindən, amma yeganə faktor insan faktoru ki, artıq bunları qorumaq olmur və belə olan təqdirdə artıq hücumçular həmin korporativ müəssisələrin, şirkətlərin işçilərini hədəf alırlar və onlar vasitəsilə həmin şirkətin məlumatlarına sızmağa çalışırlar, hücumları həyata keçirməyə çalışırlar və belə olduğu təqdirdə artıq həmin müəssisələrin birbaşa olaraq tələbi və üzərinə düşən vəzifə olur ki, həmin işçiləri maarifləndirə bilsinlər. Çünki artıq burada ikinci bir seçenek yoxdur. Bunu hər hansısa bir xarici alət vasitəsindən qorumaq üçün və yaxud da digər məsələlərdə nəzarət tədbirləri həyata keçirmək üçün bir vasitələr yoxdur. Burada yeganə vasitə həmin işçiləri maarifləndirməkdir. Və bunun üçün də artıq dünyada beynəlxalq standartlara uyğun böyük platformalar var ki, bu platformalardan biri də artıq Thread platformasıdır. Thread platforması 3 hissədən ibarətdir. Birincisi LMS tərəfidir, hansı ki, burada işçilərin kibergigiyenasının artırılması üçün video materiallar yerləşdirilir. Hansı bu video materiallar ki, bir çox beynəlxalq alimlər tərəfindən təsdiqlənir, mündəricatı onlar tərəfindən yazılır və bir neçə dildə həmin işçilərə təqdim olunur. İkinci hissəsi gamification hissəsidir. Oyunlaşdırılmış virtual mühitdə işçiləri real hücum senarilərinə məruz qoyaraq onların qərar vermə bacarıqlarının ölçülməsidir. Okay. Siz mən sizə share screen eləyim hal-hazırda. Ekranım görsənir mənim Toğrul? Bəli, görsənir. Okay. Bir saniyə. Hal-hazırda mən platforma daxil olaraq platform haqqında məlumat verəcəm sizə. Okay. Okay. Daxil olaram indi. Burada səhv yazmışam. Okay. Bu idarəetmə panelidir. İdarəetmə panelindən artıq işçilər üzərindən müəssisə tam strukturuna idarəetmə verir və phishing hissəsi var burada bizim Thread platformasında. Bu nədir? Platforma üzərindən artıq təşkilat phishing kampaniyaları yaradır və işçilərə simulyasiya, bayaq Toğrul mənim də qeyd etdiyi kimi phishing simulyasiyaları həyata keçirir. Belə olduğu təqdirdə nə baş verir? Artıq sizə real phishing hücumları yox, sizin şirkət tərəfindən, müəssisə tərəfindən phishing hücumları həyata keçirilir və müəyyən bir templatelər seçilir. Məsələn, baxın, burada seçilən templatedə tutaq ki, onlayn görüş barəsində bir e-mail göndərilir və icazə daxil olmamız tələb olunur. Əslində sizə gələn mail düzgün ünvandan yox, həmin platformadan seçilən domen üzərinə gələcək. Tutaq ki, birbank.capital domeni üzərindən göndərilir və belə olduğu da bu domen artıq düzgün domen deyil və phishing hücumuna məruz qalmış olursunuz və bu mail sizə ünvanlanır və siz açıb mailə baxırsınız ki, okey, mənə Zoom-la bağlı bir görüş göndərilir və burada mən icazə daxil olmalıyam. Siz icazə daxil olduqda mail üzərinə daxil olduqda artıq sizə bir bu şablon qarşılayır. Hansı şablon ki, artıq siz linkə daxil olursunuz və belə bir səhifə qarşılayır ki, siz icazə daxil olmalısınız. İcazə daxil olduqda artıq o məlumatlarınızı yazmalısınız və məlumatları yazdıqdan sonra siz submit edirsiniz ki, icazə daxil olasınız, amma əslində bu bir phishing hücumu olur və siz bu hücuma məruz qalmış olursunuz və platformada artıq bu məlumatlar hamısı qeyd olunur və hesabatlıq hissəsində artıq phishing hesabatlarında rəhbər şəxslər üçün bu formada hesabatlıq təyin olunur ki, artıq rəhbər şəxslər həmin əməkdaşların bu hücumlara məruz qalıb qalmadığını müəyyən edə bilirlər. Eyni qaydada Thread platformasının əsas məqsədlərindən biri odur ki, işçiləri burada maarifləndirilməkdir. İşçiləri maarifləndirilməkdir və burada mütəmadi olaraq günümüzün trendlərinə uyğun olaraq video materiallar yerləşdirilir, kurslar yerləşdirilir. Bu kibergigiyena ilə bağlı ola bilər, sosial mühəndisliyi ilə bağlı ola bilər, bayaq Toğrul müəllimin qeyd elədiyi phishing ilə bağlı ola bilər. Bu kimi yeni materiallar mütəmadi olaraq bu sistemə yerləşdirilir. Eyni zamanda günümüzdə bilirsiniz ki, AI üzərindən hücumlar artıq
çoxalmağa başlayır və phishing hücumlarında bir insan səslərini kopyalayaraq artıq onların yaxınlarına, əzizlərinə zəng edirlər və bu kimi hücumlar həyata keçirirlər və bizim bu platformada istifadəçilərə bununla bağlı da təlimlər həyata keçirilir və bu təlimlər oyunlaşdırılmış təlimlərdir və burada artıq nə baş verir? İşçiyə iki eyni insanın səsi təqdim olunur. Lakin biri real səsidir, biri AI tərəfindən hazırlanmış səsidir və həmin işçilər o səslərə qulaq asaraq hansının AI, hansının real insan səsi olduğunu araşdırmağa çalışırlar, tapmağa çalışırlar və səhv tapdıqları təqdirdə belə sistem onlara bu insan səsini qulaq asdığı səsdə bunun insan olduğunu necə dedekt eləməlidir, müşahidə eləməli idi və hansı faktorlara diqqət yetirməli idi, onlara fokuslanmalıdır. Və bu kimi oyunlaşdırılmış ssenarilərdə bizdə sosial mühəndislik, rol oyunlarıdır, müharibə otaqlarıdır. Bu ssenarilərin hamısı keçərək onlara virtual mühitdə real hücum ssenarilərinə məruz qoyaraq işçilərin davranışlarını və metriklərini ölçürlər. Və bu ölçülən bütün metriklər və sizə göstərdiyim bu phishing simulyasiyalarda hamısı sistemdə loqlanır və sonda yekunda rəhbərliyə hesabat olaraq təqdim olunur ki, bilirsiniz ki, Mərkəzi Bankın da ümumiyyətlə maliyyə sektorunda, indi fintechlər üzərində bu tələblərindən də biri odur ki, işçilərin kibersavadlılığı artırılmalıdır və günümüzün ən idarə olunması çətin olan tərəflərindən də biri insan faktorudur. O bir məsələ var, bilirsiniz ki, deyir, bir qala nə qədər güclü olursa olsun, bir işçi tərəfindən, bir əsgər tərəfinin buraxdığı səhv, əsgərin buraxdığı səhv bir qalanın tam olaraq yıxılmasına səbəb ola bilər. Eyni qaydada da müəssisələrin və şirkətlərin də hal-hazırda həssas olduqları mövzu da işçilərin savadlılığı ilə bağlı olan hissədir ki, onları tam olaraq maarifləndirmək və bu kimi hücumlardan kənarda qoymaqdır ki, bu kimi hücumlara məruz qalmasınlar və işçilər savadlı olsunlar ki, bu hücumların qarşısını vaxtında ala bilsinlər. Burada əsas məsələlər nədən ibarətdir? Bu kimi phishing maillərini dərhal tanımaqdır. Linki açsaz belə açandan sonra səhifədə bir şübhəli məqam aşkarlayıb bunu IT şöbəsinə bildirməkdir ki, həmin domenlər anında blok olunsun IT şöbəsi tərəfindən və bizim platforma üzərindən də rəhbərliyin və əməkdaşların, xüsusilə də təlim komandasının əsas missiyası daimi işçiləri nəzarətdə saxlamaq məqsədi ilə onları bu simulyasiyalara cəlb eləməkdir, onları oyunlaşdırmış ssenarilərlə, virtual mühitdə hücumlarla üzbəüz qoymaqdır və bizim platforma üzərindən onlara tasklar verməkdir, deadline-larını izləməkdir ki, bu taskları yerinə yetirməlidirlər, bu deadline həmin onlara verilmiş vaxt ərzində bu tapşırıqlar yerinə yetirilməlidir. Çünki onların yerinə yetirdiyi tapşırıqların hamısı loqları bizim sistemdə qeyd olunur, hesabatlıq aparılır və sistemdə hal-hazırda 200-dən çox hesabat var ki, bu hesabatlıq rəhbərliyə təqdim olunur və bütün işçilər barəsində artıq orada məlumatlar öz əksini tapır. Burada təşkilatın strukturu bölmələri üzrə strukturların müqayisəsidir, işçilər üzrə, işçilərin müqayisəsidir. Əlavə olaraq onların hesabatlarıdır, quizlərin, yəni onların işçilərin keçdiyi testlərin hesabatlarıdır. Hamısı vizuallaşdırılmış formada hesabatlarla rəhbərliyə təqdim olunur. Sözü verirəm Toğrula. Toğrul, davam edirsən. Aha, bəli. İstəyirsiniz mən ekranı paylaşım. Aha. Bu hissələr haqqında danışdıq. Artıq birinci sessiyanın sonuna gəlirik. Yəni kiber təhlükəsizlik hissəsində belə deyə bilərik ki, artıq texnologiyalardan çox bir davranış və ayıq-sayıqlıq mədəniyyətidir. Çünki Mirzə bəyin də dediyi kimi, biz bunları real mühitdə birbaşa praktika eləməyimiz risklidir. Nəyə görə? Çünki şirkətin dataları oğurlana bilər. Yəni bir növ bizim şirkətə dəyə biləcək zərəri hücumçu bəlirləyir. Yəni o istəsə daha böyük bir belə deyək, hücumlar da eləyə bilər, daha kiçik də. Bu işi şansa buraxmamaq üçün əlbəttə bizim məşq eləyə biləcəyimiz bir karantin olunmuş bir bölgə lazımdır ki, biz orada həm məşqlərimizi edək, həm biliklərimizi artıraq ki, real dünyada artıq bu tərs hücumlarının ilk hissəsi biz olduğumuza görə buna düzgün reaksiya verərək şirkəti həm böyük hücumlardan qoruyaq, həm də özümüzü bu mühitdə daha safe şəkildə işlərimizi görək qısaca. Buyurun Yusuf bəy, mən sözü Yusuf bəyə vermək istəyirəm. Bu hissəyə qədər olan
yerdə bizim gündəlik həyatımızda tətbiq eləyəcəyimiz məsələlər də var. Məsəl üçün, Toğrul bəyin qeyd elədiyi multifaktor authentication, yəni iki faktordan gedir söhbət. Burada yəni bu təkcə iş üçün, yəni bu təqdimatda öyrəndiklərimiz biz sadəcə bunu işə gələndə tətbiq etmək üçün deyil. Bu sizin hər birimizin gündəlik həyatda tətbiq etməli olduğumuz məsələlərdir. Çünki hər birinizin şəxsi e-maili var, hər birinizin şəxsi sosial şəbəkə akkauntları var və tövsiyə olunur ki, bunların hər birində ən az iki faktor istifadə edəsiniz. Nəyə görə? Çünki bir qapını bir açardan açasınız, bir var iki açardan açasınız. Eyni şəkildə də akkauntdur və hücum edən şəxs, yəni hacker deyə tanıdığımız şəxslər birbaşa əməkdaşa hücum eləyirlər. Yəni fərqi yoxdur, o işdədir, işdə deyil, evdədir, xaricdə istirahətdədir, fərqi yoxdur. Hər yerdə, hər bir insan, hər birimiz biz hücuma məruz qala bilərik. Sizə bir dənə məşhur keçən ilə qədər məşhur olan bir hücum növündən danışım. Hər biriniz nəsə maşın alırsınız və ya satırsınız və ya ev satırsınız, özünüz öz adınıza bir profildən bu elanı paylaşırsınız. Belə olan halda həmin dələduz əlaqə saxlayır sizin orada yazdığınız nömrə ilə və bildirir ki, bəli, mən bunu almaq istəyirəm, sizə bir səhifə atacağam, zəhmət olmasa kart nömrənizi orada daxil eləyin və mən oradan sizə pulu köçürdəcəm. Siz klik eləyirsiniz, normal bank ödəniş səhifəsi kimi səhifə açılır və siz kart məlumatlarınızı daxil eləyirsiniz. Belə olan halda, yəni keçən ilə qədər çox sayda bu şəkildə Azərbaycan vətəndaşları bu hücumlara məruz qaldılar və küllü miqdarda pul itirdilər. Eyni şəkildə telefon üzərindən bunu eləyə bilirlər. Yəni zənglə danışırlar, çünki həmin dələduz əvvəlcədən mobil nömrəni bilir, tapır və bunu da sosial şəbəkələr vasitəsilə eləyir. Daha sonra əlaqə saxlayır. Artıq onda sizin mobil nömrəniz var. Hər hansı bir bank application'ını özündə yükləyir və sizlə telefonla sizi inandırmağa çalışır ki, mən sizə bankdan zəng eləmişəm, indi sizə SMS gələcək, o SMS-i mənə bildirin. Siz də fikirləşirsiniz ki, bir SMS-lə nə olacaq? Amma o bir SMS-i aldıqdan sonra sizin adınıza bank akkauntu açır və həmin akkaunt vasitəsilə də sizin orada olan pullarınızı oğurlaya bilər. İkinci məsələ qeyd edeyim ki, yəni sosial mühəndislik tərəfində hal-hazırda süni intellektin bu geniş yayılmasından istifadə edərək hücumlar daha uğurlu olur. Yəni sizin yaxın qohumlarınızın, hətta daha yaxın valideynlərinizin, övladlarınızın, bacı-qardaşlarınızın şəkil və səsini istifadə edə bilərlər ki, hətta siz görüntülü zəng eləsəz belə, orada öz yaxın adamınızı görəcəksiniz və bu şəkildə insanları inandırmağa çalışırlar ki, həqiqətən belə bir çətin vəziyyətdir, sizdən bunlar tələb olunur ki, biz buradan bu vəziyyətdən çıxa bilək. Bir də qeyd edeyim, məsəl üçün e-maillərlə bağlı. Mən baxdım, burada IT-dən də yoldaşlar var. Bəli, təbii ki, hər birinizin işlədiyi müəssisədə ki, İqtisadiyyat Nazirliyi kimi bizim əsas dövlət qurumlarımızda kiber təhlükəsizlik vasitələri tətbiq olunur. Yəni, e-mail təhlükəsizliyidir, perimetr təhlükəsizliyidir. Amma bu e-maillərdə o qədər, belə deyək də, müdafiə tərəfi nə qədər güclənirsə, hücum eləyən tərəf də bir o qədər təkmilləşir ki, necə bu bariyerləri keçə bilsin. Belə olan halda bizim təqdimatda göstərdiyimiz kimi bəzən olur ki, zərərverici linki birbaşa göndərmir. Çünki bunu e-mail təhlükəsizliyi bloklayır. Bunlar, məsəl üçün, əlavə bir portal ola bilər, haradakı misal üçün tasklar verilir, Trello kimi, Slack kimi platformalar var, haradakı ümumi tapşırıqlar oradan verilə bilər. Orada bir səhifə açırlar ki, bəli, sizin rəhbəriniz filan kəs müəllim belə bir board açıb və orada tapşırıqları bu PDF-ə qoyub. Faktiki gələn link legaldır, çünki normal saytdan gəlib. Siz klik eləyirsiniz, davam eləyirsiniz, həmin sayta girirsiniz, baxırsınız ki, bəli, filan kəs müəllimin bir bordu var orada və orada sizə bir tapşırıq gəlir. Tapşırığı oxumaq üçün siz PDF açmalısınız. PDF açırsınız və link həmin PDF-də yerləşdirilir. Belə olan halda heç bir kiber təhlükəsizlik müdafiə xətti bunu qorumur. Və belə olanda da
əməkdaş nə etməlidir? Əməkdaş ilk öncə bunu dəqiqləşdirməlidir. Yəni e-mail daxil olubsa, e-maildə hər hansı bir şübhəli məqam varsa, belə olan halda ya göndərənlə danışmalıdır, ya IT və kiber təhlükəsizlik üzrə mütəxəssislərə müraciət etməlidir ki, bunun nə qədər real olduğunu və bu e-mailin oxunmalı olduğunu, olmadığını dəqiqləşdirsin. Çünki istənilən şübhə, yəni bir məsələdə şübhəlidirsə, onu eləməmək daha yaxşıdır. Bir də bir əlavəm də olacaq. Hər birinizin yəni işdən əlavə device'larınız var. Telefonunuz var, planşetiniz var, kompüteriniz var evdə. Çalışın həmin device'larda lisenziyasız proqram təminatları istifadə etməyəsiniz. Çünki lisenziyasız proqram təminatları adətən hakerlərin məhsullarıdır. Legal proqramı onlar sındırırlar ki, istifadəçi məsələn Windows əməliyyat sistemini pulsuz öz kompüterindən yükləsin. Bəli, ev şəraitində siz bunu pulsuz yaza bilərsiniz. Amma sizin orada saxladığınız məlumatlar və ya parollar ki, bunlar çox rahat dələduzların əlinə keçə bilər. Mən əminəm ki, və burada 95 nəfər adam var, 2000 qarışıq. Eyni parolu bir neçə yerdə istifadə edirik. Yəni bizim şəxsi e-mailimizin də parolu eyni ola bilər, Facebook'un da parolu eyni ola bilər, digər sosial şəbəkələrin də parolları eyni ola bilər. Yəni hakerə bir parol tapmaq kifayətdir ki, sizin parolu təyin etmək üçün istifadə elədiyiniz alqoritmi tutsun. Yəni siz hansı düşüncə ilə bir parol təyin edirsiniz. Yəqin ki, sizdə hər kəsdə müəyyən vaxtdan bir parol dəyişdirmək tələb olunur. Bu da nəyə görədir? Çünki müəyyən müddətdən bir parollar dəyişməsə, bu parollar əgər bir dəfə kim tərəfindənsə oğurlanırsa, belə olan halda istənilən vaxt həmin dələduz, həmin məlumatı başqa dələduza da sata bilər. Amma bu müəyyən dövrdən bir dəyişdirdiyiniz halda ki, bu sadəcə yenə qeyd edirəm, işə aid deyil, şəxsi olan akkauntlarınızda da bunları tətbiq eləsəz, daha belə deyək, kibergigiyenaya riayət eləmiş olarsınız. Kiminsə sualı varsa, bizim bu birinci sessiya ilə bağlı biz cavablandıra bilərik. Tamam, həmçələr, necəsiz? Mənim sualım bilsinə ilə bağlıdır. Süni intellektdən son vaxtlar çox istifadə olunur da. Bir çox əməkdaşlar yəqin ki, həmkarlarımız da müəyyən kontentləri yaradanda, müəyyən informasiyalar yaradanda həmin o ChatGPT-dir, Gemini-dir, bunlardan istifadə edirlər və yavaş-yavaş məlumatları ötürürlər, məsələn, müəyyən baziyada. Mən onun təhlükələrini bilmək istəyirəm. Nə dərəcədə məsələn, bu ötürülən məlumatları biz başa düşürük ki, ora kommersiya məlumat qoyulmur, amma məsələn, sadə məlumatlar da ötürəndə adam ehtiyat eləməyə başlayır ki, məsələn, müəyyən o şeylər sonra bəlkə bir hansısa narahatlıq yarada bilər. Ümumiyyətlə, sizin belə deyək, iş məlumatlarınızı istənilən AI-ya yazmaq düzgün deyil. Nə barədə? Misal üçün, hər hansı bir məktub formalaşdıranda ya təqdimat hazırlayanda müəyyən inputları verirsiniz. Bu, təbii ki, asan və rahat yoldur ki, süni intellekt bunu sizin üçün hazırlayır. Amma bu, həmin süni intellektin bazasında qalır. Və burada nəzərə alaq ki, yəni İqtisadiyyat Nazirliyi dövlət qurumudur. Dövlət qurumlarındakı məlumatların təsnifləndirmə kateqoriyalarına baxmaq lazımdır. Əgər bu müəyyən bir belə məxfi sənəd deməyim, çünki məxfi sənədlərə hər kəsin icazəsi yoxdur onsuz da. Yəni, müəyyən bir strategiya sənədidir, müəyyən bir maliyyə məlumatıdır, hansı ki, bu açıqlanmaması daha yaxşıdır. Hər hansı bir müqavilə məlumatlarıdır, saziş məlumatlarıdır. Bu tip, yəni orada əsas məqam süni intellektə məlumatın təqdim edilməsi deyil də, hansı məlumatlardan gedir söhbət. Bunun üçün mən düşünürəm ki, sizdə orada bir məlumatların klassifikasiyası var, mövcuddur ki, orada həmin, belə deyək, açıqlanması məsləhət görülməyən məlumatları süni intellektə daxil etmək olmaz. Süni intellektdən sorğu yazıb statistika üçün məlumat ala bilərsiniz. Amma yenə də orada da yəni daha dəqiq, düzgün məlumat alması üçün onu təkrar yoxlamaq lazım olur. Çünki bəzən yanlış informasiya verə bilir.
Ki mən bir əlavə də etmək istərdim. 2022-də hələ ChatGPT yeni versiyalarını çıxardanda bir şəxs, yəni bir hücumçu AI ilə danışırdı. AI ilə danışanda ona nümunə verməyini istəyirdi, bir mövzu ətrafında danışanda və hücumçu gördü ki, bu bir şirkətin real dataları əsasında məlumat verir buna. Və o da biraz başlayıb o həmin şirkət haqqında biraz daha ətraflı məlumat aldıqda, yəni təxmini olaraq demək olar ki, şirkətin satış tərəfindəki bütün məlumatları almışdı. Yəni strategiyaları nədir və s. Bunun da səbəbi nə idi? Satışdan olan işçi, belə deyim də, müdiriyyətə bir sxema yaratmaq üçün diaqramlar və s. bütün məlumatları atırmış ChatGPT-yə ki, buna uyğun mənə bir diaqram hazırla tərzində. O da o diaqramları hazırlayıb göndərəndə bayaq Yusuf bəyin dediyi kimi eyni məlumatları bir də yaddaşında saxlayır. Və başqa biri qayıdıb deyəndə ki, mənə bu tərz haqqında məlumat ver, gedib həmin şirkətin real dataları əsasında da cavab vermiş ola bilər. Yəni bu tərz başa düşən bir adam şirkət haqqında bütün məlumatları da ala bilər AI vasitəsilə. Əlavə edirəm. Bəs ChatGPT-nin yaddaşını silmək və bir də onun xaricə girişini bağlamaq olmur. Xeyr. Yox, Çünki siz ChatGPT-nin serverləri Azərbaycanda yerləşmir və siz orada sadəcə özünüz üçün o yazışmanı silə bilirsiniz. Sorğularınız serverdə saxlanılır. Yəni hər nə qədər də onlar elan eləsələr də ki, biz bunu saxlamırıq, bu düz deyil də. Yəni administrator sizin parolunuzu dəyişdirə bilmərəm. Yəni administrator istifadəçiyə deyir ki, mən sizin parolunuzu bilmirəm. Əslində bilmir. Amma istədiyi vaxt dəyişdirə bilər. Müəllim, mənim Başqa bir dənə sualım var. Belə, buyurun. yəni prosesdən dolayı deyirəm. Biz düzdür, məsələn, bu crack proqramlar deyirik, hansıların ki, lisenziyası yoxdur. İstifadə olunması deyirsiniz, təhlükə yaradır da. Amma Bəli. məsələ ondadır ki, bir çox proqramlar var ki, onun maliyyə çatmır da almağa. Hamısı lisenziya qəbul eləməyə. Dizayn proqramlarıdır, Photoshop proqramlarıdır, şəkil düzəldirsən, video düzəldirsən. Bunların hamısına vəsait çatdırıb alıb hər il lisenziya ilə almaq çox baha başa gəlir. Cracklərdən isə istifadə edib tez bir şeylər düzəldirik. Məsələn, sistemə bağlı olmayan kompüterlərdə, hansı ki bizim sistemə dəxli yoxdur, elə bir şeyi istifadə etmək o təhlükə yarada bilər? Belə deyim də müəllim. Yəni əgər crack proqram istifadə edəcəksinizsə və bu qaçılmazdırsa, yaxşı olar ki, həmin proqramı istifadə etdiyiniz kompüterdə siz nəinki işlədiyiniz yerin şəxsi heç bir məlumatınızı da saxlamayasınız. Belə olan halda bəli, təhlükəsiz ola bilər. Yəni siz məsəl üçün Photoshop işlətdiyiniz kompüterə şəxsi e-maildən daxil olursunuzsa, mən demirəm 100%, amma böyük ehtimalla o şəxsi e-mailiniz harasa gedib düşə bilər. Bir də əlavəm var idi. Məsələn, bəzi proqramlar var ki, tək düşdüyü kompüteri yoluxdurmur. Onun aid olduğu şəbəkədəki bütün digər kompüterlərə də zərərli viruslar yükləyir. Yəni belə olduğu halda biz mütləq şəkildə şirkət şəbəkəsinə bağlı olmadan bunu eləməliyik. Bir də bəzən olur ki, onların bir ara məsələn belə bir şey çıxmışdı. PDF konverteri var idi internetdə, onlayn PDF konverteri. O PDF-i konvert eləyəndən sonra həmin yaratdığı PDF-in içində zərərli kod da yerləşdirirdi, uzaqdan bağlantı almaq üçün. Yəni biz nəticədə həmin proqramın finalda bizə verdiyi o nöqtə məsələn PDF faylının necə bir şey olduğunu bilmirik. Və yaxud da ki, onun da içində zərərli bir kod olub olmayacağını da bilmirik. Və ona görə mütləq şəkildə bu tərz riskləri gözə almaq lazımdır. Çox sağ olun. Sinirxan başda olmağıma hər birinizi komanda olaraq salamlayıram. Sizdən nə hazırlar və insan idarə şöbəsi Eqansal layihələr sektorundan müdürəm. Mən yetim mesajınıza görə yeni bildirmək istərdim ki, əgər kiber təhlükəsizliyin texnologiyadan çox davranış mədəniyyəti olduğunu nəzərə alsaq, insanların gündəlik bax həyatında ən çox etdiyi və təhlükəsizlik riskini artıran 5 davranışı necə sıralayardınız, ondan da birinci hissəni yekunlaşdırardıq. Bir özət kimi. Çox sağ olun.
Belə sıralamaq olar ki, birincisi ən başlıca rəqəmsal dünya da artıq real dünya ilə birəbir eynidir. Biz real dünyada hamıya güvənmiriksə, eyni şey də rəqəmsal dünyada olmalıdır. Daha sonra təhlükə hər bir yerdən gələ bilər. Bunu konkret olaraq qəbul etməliyik. Adicə göndərdiyimiz bir zəngdə belə problem yarana bilər. Hətta elə tərs hücumlar var ki, bir zənglə belə bütün sistemə sızmaq olur. Yəni bunları ilk olaraq qəbul etmək lazımdır. Daha sonra məsələn mütləq bir şəkildə çünki belə bir şey var ki, təhlükəsizliklə komfort həmişə bir-birinə təzad şəkildə gedir. Məsələn, insan daha çox komfort istifadə edəndə təhlükəsizlik risk altında olur. Məsələn, bəzi insanlar var ki, mən hər açdığım linki bir-bir analiz edib vaxtım yoxdur və s. tərzində. Əslində bunu qəbul etmək biraz riskli davranışdır. Və ona görə heç bir mənbəyə güvənməmək lazımdır. Və daha sonra mütləq bir şəkildə hər bir şeyə vaxt ayırmaq lazımdır. Daha sonra müntəzəm olaraq sistemlərə, məsələn, zərərli bir proqram varmı, yoxmu deyə bir analiz etmək olar. Bunu yerinə yetirən müəyyən antivirus proqramları var. Bundan yanaşı şəbəkəyə, daxil olduğumuz şəbəkəyə güvənməliyik. Məsələn, internet belə deyək, gedirik, hər hansı bir avtobusun bizə paylaşdığı internet və hər hansı bir kafedə olan internet bizə o təhlükəsizliyi vermir. Ona görə daxil olacağımız şəbəkəyə də mütləq bir şəkildə nəzarət etməliyik. Bununla yanaşı bizə gələn hər bir mənbəni mütləq bir şəkildə yoxlamalıyıq. Doğru mənbədimi və yaxud da ki, biz bu mesajı gözləyirdikmi? Çünki belə deyək, axşam saat 7-də bizə mail gəlsə, işdən qeyri-iş saatında, bu bir şübhəli davranış kimi qəbul etmək olar. Yəni, bu tərzdə hər bir şeyə şübhəci yanaşmaq daha effektivdir. Dürdanə xanım, çox yaxşı sual verdiniz. Mən onu qeyd edeyim. Deməli, ən yaxşı 5 davranış saysaq, yəni ki, bu hər kəs əməl etməli olmalıdır. Bir, çətin parollardan istifadə etmək lazımdır. Bəyin sözünə qüvvət, çətin parol həm yadda qalması çətindir, həm də yazması çətindir. İkinci davranış multifaktor, yəni 2 faktor ən az istifadə edilməlidir bütün akkauntlarda. Üçüncü, bilinməyən, şübhəli olan heç bir yerə klik eləməmək. Sonra yenilənmiş və lisenziyalı proqram təminatlarından istifadə etmək lazımdır və çox yaxşı olar ki, məlumatların ehtiyat nüsxələrini saxlamaq lazımdır. Çox sağ olun. Biz Nazirlikdə məlumat üçün bildirim ki, artıq TUFA-la idarə edirik. Bu 2 faktorlu bilirsiniz ki, autentifikasiyanı aktivləşdirmişik. Ona görə parolları da çox zaman artıq ELDAP-a gedirik. ELDAP-da da parollar Nazirlik tərəfindən verilir deyə bunları nəzərə ala bilirik. Əlbəttə ki, mən o sualı ona görə verdim ki, əməkdaşlar yorğun iş vaxtının sonuna yaxınlaşanda biraz dinləməkdə zəiflik çəkirlər və təqdimatınızı biraz qüsur kimi qəbul etməyin, kiçik şriftlərdən istifadə etmisiniz. Biraz vizuallaşma açıq aydın deyil ki, bir 5 dənə bir diaqramda amma nədəsə göstərəs ki, baxın, bu işləri görsəz, siz bu problemlərlə qarşılaşacaqsınız. Ona görə sualı elə verdim ki, ən azından bugünkü təlimin sonunda hər bir kəs 5 davranışı əzbər eşidərək, rahat bilərəkdən ayrılsınlar və mən ümumiyyətlə təlimlərdə bunu həmişə də tövsiyə edirəm və sizlərə də bildirmək istərdim ki, uğurlardan ümumilikdənsə çətinliklərdən, real ssenarilərdən, real кейslərdən etməyi tövsiyə edirəm ki, anonimləşdirin, hər hansı bir qurumda deyin, dövlət qurumlarını araşdırmısınızsa, harada nə baş vermişdi? Yəni, bunu ən azından rahat bir кейs üzərinə bildirsəniz, çünki bizdə sosial mühəndislik deyilən bir şey, biz əməkdaşlarda yoxdur, dövlət qulluqçularıyıq və bu hücumlar üzrə anonimləşdirilmiş bir real keyslər təqdim edərsinizsə, əgər mümkündürsə, bunlar bir növ bizə əzbərlədilər. Ən azından yaddaşımızda qalar və təqdimatın da önəmi nədir? Göz yaddaşı iti olur. Gözümüzlə onu rahat görsək ki, baxın, bu tipdə gəlsə, göy rəngdədir, link xarakterlidir, klikləsəz bu baş verəcək və yaxud da sizi başqa bir yerə yönləndirəcək. Ümumiyyətlə, Nazirlikdə indi ictimai Wi-Fi sayılır da, paylaşılmış. Wi-Fi-lar açıq olduqda nə baş verir? Kompüterinizdə WhatsApp-ı açsanız,
O məlumatlar hardasa yazıla bilərmi? Bugün telefonumuza əminik ki, bu bizdədir və təhlükəsizliyi ən azından qorunur. Amma kompüterdə açılsa nə baş verir? Lokal şəbəkələrlə bağlı və davamı olaraq əgər bunları da bildirsəniz çox sevinərəm. Təşəkkür edirəm hər birinizə. Çox sağ olun qeydləriniz üçün Dürdane xanım. Biz bunu nəzərə alarıq. Başqa sualı olan yoxdursa, biz ikinci sessiyaya keçə bilərik. Mənim təklifim var idi. İmkan daxilində, yəni IT terminologiyasından istifadə edəndə onun izahını da verin. Çünki biz IT mütəxəssisi deyilik də, bəzən istifadə olunur, tam olmasa da. Bir də Durdani xanım dediyi fikirlərlə mən də razıyam ki, konkret кейslər üzərində olsa daha yadda qalan olar, daha praktik olar və bizim də mənimsəmək imkanlarımız daha yaxşı ola bilər. Başlaya bilərsiniz Yusuf müəllim, davam edək. Toğrul bəy, təqdimat. Təqdimat bitdi birinci sessiyamız. Belə göstərim. Bundan sonra artıq ikinci sessiya davam edəcək. Bir ara veriləcək isə Nigar xanım, bizə bildirilmişdi ki, iki sessiya arasında fasilə gözlənilir. Hal-hazırda zəhmət olmasa bildirə bilər. Davam etməliysə biz davam edək və yaxud fasilə verilirsə başlayaq. Tamam, hər vaxtınız xeyir. İstəyirsiniz bir 10 dəqiqə fasilə verək? tamamdır. Olar.
Çünki bir neçə Hadi davam edək. Ekran görüntüm gəlir sizə?
Bəli, gəlir. Hə. Artıq ikinci sessiyaya başlayaq. İkinci sessiya daha çox Zero Trust dediyimiz sıfır güvən arxitekturası və davamlı doğrulamadan ibarətdir. Birinci əsas burdan başlayaq. Sıfır güvən nədir və ümumiyyətlə bizim müasir rəqəmsal təhlükəsizliyimiz nə xüsusiyyətləri var? Bunlardan biraz bəhs eləyək. Birincisi ənənəvi şəbəkə təhlükəsizliyinin sonudur artıq. Nəyə görə? Çünki normalda artıq bilirsiniz ki, 2020-dən pandemiyadan başlayaraq bizim bildiyimiz klassik işə gəlmə və yaxud da ki, birbaşa on-site işləmə proseslərinin yanı əlavə olaraq bir də remote bağlantı ilə remote işlər artıq başladı və bu da müəyyən problemləri özündən gətirir. Bu nəyə gətirdi? Birinci olaraq kütləvi olaraq bulut texnologiyalarından istifadə. Daha sonra artıq uzaqdan iş mühitləri var idi. Yəni burada bir mərkəz olur, ümumi hamının əl çatana biləcəyi və hamı ora daxil olur. Və burada da ən böyük problemlərdən biri ümumiyyətlə bir şirkət daxilində desək, biz kənar hücumlarının qarşısını alsaq da insider dediyimiz daxili təhlükələr var. Yəni bu insider nədir? Məsələn, şirkətin daxilindəki bir işçi özü şirkət haqqında məlumatları satır. Yəni hətta bu Koreyada, Şimali Koreyanın elədiyi ən böyük hücumlardan biridir ki, böyük şirkətlərə, məsələn, Google-dur, Meta kimi şirkətlərə öz əsgərlərini qoşurlar ki, burada da AI-dan istifadə edirlər. Üz oxunması ilə, dedim də, face dəyişməklə üzlərini dəyişirlər, səslərini dəyişirlər və o şəkildə müsahibəyə daxil olurlar, onlayn müsahibəyə. Və şirkətə daxil olduqdan sonra da müəyyən səviyyədə vəzifələrə qalxaraq şirkətin daxili məlumatlarını birbaşa satırlar. Və belə olduğu halda isə biz mütləq bir şəkildə nə etməliyik? Zero Trust, yəni sıfır güvən arxitekturasından istifadə etməliyik. Bu nədir? Zero Trust-dan danışsaq, birincisi heç vaxt güvənməməlidir. Yəni eyni adam bizə ikinci dəfə də bir meyli göndərsə, bu zaman yenə də yoxlamalıyıq. Hər bir halda bizə gələn bütün informasiyanı yoxlayıb, təsdiqləyib ondan sonra emal etməliyik. Və bu da nədən qaynaqlanır? Çünki normalda biz bir dənə deyək ki, şirkətlə əməkdaşlıq edirik və bu zaman həmin şirkətin domenini biz atırıb qəbul edirik whitelist kimi də, yəni təmiz kimi qəbul edirik. Amma bu da başlanğıcda bir problem yaradır. Çünki nədir əsas məqsəd? Ola bilsin ki, həmin şirkətə hücum oluna bilər və hücum edən şəxs o şirkətin mailin domenindən bizə istək atmış ola bilər. Bu zaman biz həmin şirkəti təmiz qəbul etdiyimizə görə oradan gələn təhlükələri də birbaşa təhlükəsiz kimi qəbul edəcəyik. Bundan yanaşı nə var? Bayaq Yusif bəyin dediyi kimi biz deyək ki, ev kompüterlərimizi işə gətiririk. Bu nə problem yaradır? Biz deyək ki, evdə yüklədiyimiz zərərli proqram, hansı ki, bayaq qeyd etdiyimiz kimi şəbəkəyə yayıla bilən bir proqram. Biz gətirib onu işə daxil etdiyimizdə, ki, bu kompüter olmaq məcburiyyətində də deyil, telefon da ola bilər, fərqli cihazlar da ola bilər. Biz gətirdik kompüteri şirkət Wi-Fi-nə və ya şirkətin daxili şəbəkəsinə əlavə etdiyimizdə artıq həmin zərərli proqram bir də burada başlayır yayılmağa. Yəni şirkətin öz tərəfindən deyil də bizim səhlənkarlığımızdan qaynaqlana bilər. Dinamik güvən faktoru əsasdır. Bayaq dediyimiz kimi elə çox faktorlu təsdiqləmə. Bu başlı başına bir Zero Trust, yəni sıfır güvən arxitekturasının məhsuludur. Yəni siz parol və istifadəçini düzgün bilsəz belə, yenə də sistem sizdən ikinci bir təsdiqləməni tələb edir. Yəni bu da sıfır güvənə nümunədir. Və bu da belə deyək, bir memarlıqdır. Məhsul deyil. Yəni çox faktorlu təsdiqləmə bunun bir məhsulu ola bilər, amma başlı başına biz çox faktorlu təsdiqləməni Zero Trust kimi də qəbul edə bilmərik. Çünki bunun üçün əlavə fərqli məhsullardan da istifadə edəcəyik. Ona görə bu daha çox bir fikir olaraq bizim üçün formalaşır. Burada isə 3 əsas prinsip Bir var. dənə sual verim zəhmət olmasa. Evet, buyurun. Burada yoxlama qaydası, yoxlama necə yoxlamaq lazımdır? Məsələn, sizə bir mail gəlir. Siz həmin mailin senderinə baxırsınız. Baxdınız ki, biz deyək ki, sizin əməkdaş olduğunuz şirkətdən gəlib. Amma mailin içində bir əlavə var, qoşma var. Və siz həmin qoşmanı da analiz etməlisiniz. Bunun üçün onlayn toollar var və yaxud da ki, ən belə
deyək ki, heç bir halda yoxlaya bilmirsinizsə, bunu IT komandasıyla da əlavə qura bilərsiniz ki, mənə bir mail gəlir, mən bu qoşmanı gözləmirdim. Amma göndərən adam da bizə daimi mail göndərən adamdır və söhbətin ortasında birdən-birə mənə qoşma göndərdi və mən buna qarşı şübhəliyəm. Zəhmət olmasa bunu araşdırın tərzində. Və əgər zərərli bir şey yoxdursa və təsdiq gəlsə ki, bu zərərsizdir, ondan sonra həmin məsələn qoşmanı açmaq olar. Bu tərz yanaşmadır. Bir dənə əlavə deyim, yoxlamaq üçün çox açıq və normal resurs var, virustotal.com. Yəni, onu istəyirsiniz çata yazın. Baxın. Buran daxil oluruq virustotal.com saytına və burada bunun hətta biz deyək ki, domen araşdırmaq istəyiriksə, həmin domeni burada yaza bilərik və yaxud bir faylımız varsa da maksimum 650 megabayta qədər ki, bir faylı analiz edə bilir. Məsələn, mənə deyək ki, belə bir PDF göndərildi və yaxud da ki, bir PDF-dir. Mən bunun zərərli olub olmadığını bilmirəm. Ona görə həmin faylı əlavə edirəm bura ki, burada da diqqət eləməli olduğumuz bir şey var ki, VirusTotal cloud, yəni bulut texnologiyası daxilindədir. Yəni bizim şirkət daxili gizli faylları bura yükləməyimiz doğru sayılmır. Bu ümumiyyətlə publicdən, yəni hamıya açıq bir mənbədən gəldiyi halda yoxlamaq daha düzgün olar. Burada upload-u yerinə yetirdikdən sonra bu artıq yükləyir VirusTotalın özünə. Və o da onu başlayır digər bütün böyük şirkətlərin, məsələn, Google-un öz antivirusundan və ya digər antivirus şirkətlərinin laboratoriya mühitlərindən keçmiş fayllara əsaslanaraq baxır, analiz eləyir və görür ki, hər hansısa bir hal-hazırda 60 şirkət üzərində analiz edib bunu, bu kodu və hələ ki, hər hansısa bir zərərli bir fayl tapılmayıb sənə. Zərərlidir deyə bir bölmə yoxdur. Ki bunu siz sizə gələn linki də birbaşa bura ata bilərsiniz. Əgər həmin link zərərlidirsə, məsələn deyək ki, belə bir link gəldi. Siz indi yoxlamaq istəyirsiniz bu zərərlidir ya yox. Search deyəndə, məsələn zərərlidirsə bu şəkildə görünəcək. Məsələn, görürsüz ki, 93 şirkətin 18-i buna zərərlidir deyir. Və nə kimi qəbul edir? Bu hələ ki bitdi deyə. Məsələn, yaxud da ki, belə bir link gəldi. Burada da, məsələn, 13 şirkət buna deyir. Burada isə onun adı var, məsələn, zərərli və ya phishing olaraq qeyd edirlər. Belə bir hal gəldiyi halda avtomatik biz həmin linkə keçməməmiz daha məqsədə uyğundur. Belə bir şeydən istifadə edə bilərik. Davam eləyək. Burada isə bizim əsas 3 prinsipimiz var. Birincisi, yenə bayaq dediyim kimi, açıq şəkildə doğrulamaq lazımdır. Yəni, qoşulduğumuz bir şəbəkə olsa da, onun zərərli olub olmadığına baxmalıyıq. Çünki, belə deyim, parolsuz bir şəbəkə açıq-aşkar bir hədəfdir. Yəni, açıq hədəf olaraq həmin şəbəkədə yazdığımız məlumatlar əgər şifrələnmirsə, hücumçu tərəfindən birbaşa oxuna bilinir. Və yaxud da ki, zəif paroldan istifadə olunmuş bir Wi-Fi də bizim üçün təhlükə yarada bilər. Ona görə, məsələn, biz necə ki, öz istifadəçilərimiz, belə Instagramda, sosial mediada və ya hər hansı bir proqram parolumuzu çətin qoyuruqsa, eyni şey bizim Wi-Fi üçün də keçərlidir. Çünki bir növ Wi-Fi bizim şəbəkəmizin açarıdır, giriş qapısıdır. Və bu o deməkdir ki, o giriş qapısını nə qədər zəif tutsaq, bir o qədər kənar müdaxilələr o qədər açıqdır. Birincisi, açıq şəkildə doğrulamalıyıq. Yəni, hər gün daxil olduğumuz saytı belə yenə də araşdırmalıyıq ki, bu sayt doğrudur ya yox, təhlükəsizlik ya yox. Hər gün mail aldığımız bir şəxsdən də bir fayl gəlirsə də bunu yenə yoxlamalıyıq ki, çünki belə deyək, birbaşa həmin adamın da kompüterinə sızıla bilər. Yəni, sizin iş yoldaşınızın kompüterinə sızırlar və iş yoldaşınız sizə mail göndərir. Siz görürsünüz ki, sizin iş yoldaşınızdır. Amma əslində arxa planda hücumçudur onu göndərən sizə. Belə olduğu halda mütləq bir şəkildə hər bir linki, hər bir mənbəni birbaşa doğrulamaq mütləqdir. Və buradan biri də var. Bu daha çox buna bir real nümunə gətirim. Dürdanə xanım da dedi ki, biz real кейslər üzərində danışsaq yaxşı olar. Yəni, hər birinizin, burada 94 nəfər hazırda kolda adam var. Əminəm ki, bunun 80 nəfərinin bir yaxın tanışının Telegram akkauntunu qırıblar və hamıya müəyyən linklər göndəriblər. Yəni, bu qədər yoldaşların içində bu var. Yəni, eyni formada da e-mail üzərindən də eyni şey ola bilər. WhatsApp üzərindən də eyni şey ola bilər. Ona görə bir balaca diqqətli olmaq lazımdır. Orada da çox xırda bir nüansdır. Yəni, siz o adamdan bu cür bir yazı tərzi
gözləmirsinizsə, bu şübhəli məqamdır ki, şübhəli məqam olduğu təqdirdə siz onu mütləq yoxlamalısınız. Hətta beynəlxalq təcrübədə bunun daha təhlükəsiz bir yolu var. Təhlükəsiz sözləri. Məsələn, siz bankla əlaqə quranda sizə təhlükəsiz söz deyirlər, təyin edirlər və bank işçisi həmin təhlükəsizlik sözünü deyəndə artıq doğru sayılır. Eyni şey də biz yaxınlarımızla da eləyə bilərik. Məsələn, valideynlərimizlə və ya övladlarımızla danışanda deyə bilərik ki, məsələn, səninlə aramızda olan təhlükəsiz sözü, məsələn, deyək ki, kiber açardır. Danışıqsa artıq şübhəli gəlirsə bir müddətdən sonra görürsünüz ki, bu hər gün danışdığınız bir adamın danışıq tərzinə oxşayır. Onda yazırsınız ki, mənə təhlükəsizlik sözünü de. Əgər doğru şəkildə demirsə, deməli bu artıq qarşı tərəf sizin bildiyiniz bir adam deyil. Ona görə mütləq şəkildə məsələn beynəlxalq təcrübədə ən yaxşı budur ki, insanlar da hətta yaxınlar da bir-biri arasında təhlükəsiz sözlərdən istifadə edirlər. Və ikinci hissə biraz daha çox texniki tərəfdir, yəni menecment tərəfinə aiddir. Minimum imtiyazlı giriş. Yəni belə deyək, sizin işiniz əgər sırf sadəcə dokument fayllarını oxumaqdırsa, sistem sizə sadəcə ona icazə verir. Yəni gedib də dokument fayllarından əsas fərqli olaraq digər faylları oxuya bilmirsiniz. Bu nəyə gətirib çıxardır? Bu bir növ məlumatların kritikliyinə kimin əl çatanı olub-olmadığını bəli eləyir. Məsələn, buna aid real кейslər göstərmək olar ki, şirkətdə adi bir sistem admini, yəni minimum, yəni junior səviyyəsində biri böyük bir sistem adminindən eyni icazədə olsa, deyək ki, nə olar? Bu adam səhərsi işdən çıxarıldı, biri sistemə maksimum səviyyədə daxildən zərər verir. Insider dediyimiz anlayış budur, daxili tərəf. Gedib bütün databaseləri silir, işdən çıxır. Və bizim də deyək ki, bir backup'ımız, yəni geri qaytarmamız yoxdursa, artıq məlumatlar itir birbaşa. Ona görə minimum imtiyazlı giriş burada ən önəmli vacib strukturlardan biridir. Daha sonra nədir? Biz mütləq bir şəkildə dedik ki, şübhəli davranmaq lazımdır. Buna görə də, məsələn, bu da daha çox texniki tərəfi maraqlandıran bir bölmədir. Şəbəkəni seqmentləşdirmək. Yəni, deyək ki, maliyyə bölməsi müəyyən bir hissələrə icazəsi varsa, onların şəbəkəsini sırf onlara daxil ola biləcək şəkildə formalaşdırır. Deyək ki, bu adam A serverinə daxil olmaq istəyirsə, onun şəbəkəsində sadəcə o serverə daxil olma icazəsi verilməlidir. O gedib digər serverlərə məsələn daxil ola bilməz tərzində. Bu belə. İndi isə gələk 5 əsas sütunundan danışaq. Məsələn, identify birincisi odur. Yəni burada biz multifaktorlardan danışdıq. Təsdiqləmə, çox faktorlu. Bunların da müəyyən növləri var. Bunlardan biri, əsasən bunlar 3 yerə bölünür. Bizdə olan bir şeyə əsaslanır və yaxud bizim olduğumuz bir şeyə əsaslanır, yaxud da ki, bizim sahib olduğumuz bir şeyə əsaslanır. Məsələn, bizim sahib olduğumuz nədir? Mobil cihazdır və ya mail adresidir. Buna, məsələn, multifaktorda kod gəlir. Belə olduğu halda, məsələn, bu tərz çox faktorlu təsdiqləmədən keçmək olar. Və yaxud da ki, telefonlarda barmaq izi və ya biometrik təsdiqləmələrdən də istifadə olunur. Məsələn, bu da buna aid bir nümunə göstərmək olar. Sonra isə device, yəni cihazlar hissəsidir. Yəni şəbəkədə hansı cihazlar varsa, onlar əvvəlcədən qeyd olunmalıdır ki, əlavə bir cihaz taxılanda artıq desin ki, burada bir şübhəli davranış var. Segmentasiyadan danışdıq. Tətbiqlər əgər sırf bizim şirkətə aid bir tətbiqdirsə, bu xaricdən daxil oluna bilinməməlidir. Bir də məlumatların şifrələnməsi ki, data göndərilən zaman bir problem yaratmasın. Bu mikro segmentasiyadan da danışdıq. İndi keçək normal, deyək ki, uzaqdan biz çünki bağlanırdıq sistemlərə, deyək ki, remote bağlanırıqsa, bu zaman iki hal var. Ya biz şəbəkəyə tam şəkildə bağlanırıq, ya da bayaq dediyimiz kimi minimum imtiyaz. Sadəcə nələrə icazəmiz varsa, onlara bağlı bilərik. Yəni burada klassik VPN-lə müasir Zero Trust Network Access-in fərqi budur. İndi davamlı doğrulama və kontekst əsaslı girişdən danışaq. Bu nədir? Giriş cəhdinin ətraflı yoxlanılması. Yəni deyək ki, mən burada əsasən boşluğu aşkarlamaq üçün istifadə olunur. Yəni bu nədir? Misal üçün, deyək ki, bizim sistemə kimsə uğursuz giriş edib. Biz mütləq bir şəkildə baxmalıyıq ki, bu adam bu girişi hardan edib. Ona görə mütləq bir şəkildə bizim yəni səhv sorğu ilə yanaşı
hansı məkandan qoşulduğu və ya neçə dəfə səhv yazdığını bilməyimiz də önəmlidir. Burada risk skoru var. Məsələn, mən bu gün Bakıdan qoşuldum saat 15:00-da. 15:03-də də mən qoşuldum Londondan. Bu artıq biraz şübhəli davranışdır. Məsələn, bu tərz şeylərə də diqqət yetirmək olar. Burada isə mərhələli adaptasiya hissəsidir. Yəni bu daha çox yenə biraz texniki hissədəndir. Yəni burada bizim məlumatlarımızın deyəndə, yəni şirkətin əsas məlumatları hansı kritikdirsə, əsas güc o özünün üzərinə verilməlidir. Çünki belə olduğu halda yəni hamı tərəfindən bilinən məlumatın yayılması şirkət üçün o qədər problem yaratmaya bilər. Amma kritik məlumatların yayılması artıq böyük problem yaradacaq. Yəni belə desək, burada əsas məsələmiz birbaşa verilən güvəndir. Biz digər şirkətlərə də tam güvən verməməliyik, digər əməkdaşlara da tam güvən verməməliyik. Həmişə şübhəli davranmalıyıq ki, adicə bizə gələn maillərdəndir ki, biz bunu qarşısını ala bilək. İndi isə burada insidentlər deyəndə biz birbaşa məsələn phishing mailin gəlməsi belə bir insident sayılır. Və biz buna necə reaksiya verə bilərik? Bunlardan bəhs eləyəcəyik. Yəni bizə gələn bir maili biz necə analiz eləyək, əsas nələrinə baxaq deyək. Bunun üçün məsələn ən rahatından, yəni Google-un özünün təşkil etdiyi bir platforma var. Biz məsələn burada phishing quizləri yerinə yetirə bilərik. Hətta biz bayaq Thread platformasından da danışmışdıq. Bu daha çox ümumi bilinən boşluqlara əsaslanır. Amma yenə də hardan başlasaq bir o qədər bizim üçün daha xeyirlidir. Misal üçün burada random bir ad soyadımızı yazaq və başlayaq. Misal üçün bayaq dediyimiz kimi siz ilk şirkət haqqında danışırsınız. Birdən-birə ümumi olaraq hamıya 2026-nın departament büdcəsi daxil olur. Mail kimi gəlir. İndi biz həmin adamı bilmirik kim göndərir və yaxud deyək ki, bunu göndərməli adam əslində onu göndərməməlidir. Və yaxud da ki, birdən-birə bu gün büdcənin paylaşılması planlanmır. Belə olduğu halda nə edə bilərik? Məsələn, baxa bilərik ki, bu link bizə hara göndərir. Baxın, burada open üzərinə yaxınlaşdırdığımızda sol altda linklər görünür. Və biz o linklərə əsasən deyə bilərik ki, biz hara gedəcəyik. Məsələn, bunu buradan belə kopyalayanda məsələn, linkin burada əsas bu hissəsini görmüş oluruq. Məsələn, bunun üzərinə yaxınlaşıb baxsaq, biraz daha detallı. Görürük ki, məsələn, bizi göndərilən hissə haradır? Bu hissəni keçsək, bu hissəni belə keçsək, bizim əsas getdiyimiz məqam bura. Ta bu yan xəttə qədər. Yəni, bizim domenimiz əslində getdiyimiz yerin adı buradır. İndi biz burada nə edə bilərik? Baxa bilərik ki, həqiqətən realda belə bir yer var ya yox. Bəlkə bu zərərli bir yerdir. Buna görə nə edəcəyik? Gəlib internetdən araşdıra bilərik ki, Google Drive-ın normalda getdiyi yer haradır? Məsələn, Google Drive yazsaq, burada məsələn Google Drive-ın əsas linkini bu hissədə görürük. Və bura yaxınlaşdıranda nə görürük? Məsələn, normalda Google Drive-ın adresi budur. Və Google Drive-dan bizə bir mesaj gəlirsə, o mütləq bir şəkildə buralarda bir yerə düşəcək. Yəni, bu hissə dəyişməz qalacaq. Amma biz burada görürük ki, bura daha çox bu şəkildədir. drive.google.com. Amma bizə gələn case-də drive 2 dənə def işarəsi qoyulmuş halda. Və artıq biz bilirik ki, real saytla arasında böyük bir fərq var. Bu halda da deyə bilərik ki, artıq bu bizə göndərilən mail doğru bir mail deyil, phishing mailidir. Ona görə gəlib deyirik ki, biz bunu phishing olaraq adlandırırıq. Ki, hətta bizə burada da doğru cavab olduğunu göstərir. Məsələn, deyək ki, kommersiya məqsədli böyük firmaların adından da phishinglər gəlir. Bu halda da yenə biz saytın doğruluğuna baxmaq lazımdır. Misal üçün, bizə belə bir mail gəlib, Google-da hətta burada from hissəsi var və ya sender var. Bu ikisindən biz başa düşə bilərik bunu bizə kim göndərir. Və yenə gəlib buranı biraz daha yaxınlaşdırıb araşdırsaq, bu hissəni yaxınlaşdırım yenə. Məsələn, göndərənin kim olduğunu görürük. Burada isə mail adı üzərindən gedir. Bu ət işarəsinə qədər
bu işarəsinin solunda bunu bizə hansı istifadəçi göndərib görünür. Amma sağ tərəfdə isə bunu bizə hansı domain, yəni şirkətin adı göndərdiyini görürük. Və biz burada baxırıq ki, .com bunun commercial məqsədi, yəni satış məqsədli olduğu bir sayt olduğunu görürük. Və .com-un ən solunda birbaşa domen adımız gəlir. Və bu domen adımız da george-faiz.com bundan biridir. İndi biz burada nəyə baxmalıyıq? Bizə göndərən adı Coca-Cola olduğunu göstərir. İndi biz gəlib nəyə baxmalıyıq? Görək ki, həqiqətən Coca-Cola'nın belə bir domen adı varmı? Şirkətlər adətən bir və ya iki domen adından istifadə edirlər və digərlərini isə eyni domenin daxilində saxlayırlar ki, həm şirkət olaraq özlərinin belə bir markalaşdırmasına kömək göstərir. Və yazırıq məsələn Coca-Cola legit e-mail adresi var. Bu e-mail adresləri də adətən saytlardakı domen adreslərindən biridir ki, burada AI tərəfindən baxsaq da bu hissəni görürük. Məsələn, görürük ki, Cola-nın birbaşa rəsmi domen adı, yəni bu hissə dəyişə bilər, sol hissə dəyişə bilər. Çünki istifadəçi adı necə dəyişirsə, bu hissə də dəyişə bilər. Amma sağ tərəf stabil olaraq qalmalıdır. Misal üçün, ona görə gəlib baxıram. Burada yazılanla, yəni bu əddən sonraki adreslə buradakı adres bir deyil. Bu da bizə artıq konkret deyir ki, bu zərərli bir maildir. Ki biz deyək ki, qaçırdıq. Biz domen adına baxmağı qaçırdıq. Bu linkə klikləmək istəyirik. Bu linkə klikləyəndə də yenə sol altda bizə hara göndərdiyini göstərir. Məsələn, üzərinə yaxınlaşdırıb yenə linki kopyalasam. Məsələn, buradan belə götürüm. Məsələn, yaxınlaşdırıb baxıram ki, okey, məsələn, HTTPS-dir, security connection-ı verir. Amma hər saytın, çünki belə bir deyim var ki, əgər HTTP saytdırsa, bu bunun təhlükəli olduğunu bildirir. Əgər sonunda S varsa, bunun təhlükəsiz olduğunu bildirir. Əslində, bu yanaşma tam olaraq doğru deyil. Nəyə görə? Çünki hücumçular gedib S saytlarını da ala bilərlər. S-lə sonu bitən HTTPS-ləri də götürə bilərlər. Bu, orada gedəcəyimiz yerin doğru olduğunu göstərmir. Məsələn, gəlib yenə araşdırırıq. Birinci slashdən ən sonundakı, yəni ən birinci slashə qədərki məsafəni ayırırıq buradan belə və bu bizim getdiyimiz adresdir. Və bizim adresə baxdığımızda bu network-ü bildirir, yəni şəbəkələşmə ilə bağlı. Domen adresimiz də budur. CloudFront-dur. Amma biz bayaq Cola-nı gördük ki, Cola-nın legiti nə idi? Coca-Cola.com idi. Belə olduğu halda biz deyirik ki, artıq bu da bir phishing mailidir. Buranı da keçirik. Okey deyirik. Bəzən də bayaq Yusif bəyin dediyi kimi saytın hər bir şeyi doğru ola bilər. Amma içərisindəki faylda zərərli bir şey ola bilər. Misal üçün bizə Drive-dan deyək ki, zərərli fayl göndəriblər. Biz göndərənə baxsaq Google Drive görəcəyik. Amma bu o demək deyil ki, o zərərsizdir. Məsələn, həmin mail bizim mail security-dən keçəcək. Bizim gəlib qabağımıza çıxacaq. Amma linkin içindəki, yəni daxil olacağımız saytın içindəki fayl zərərsizdir demək deyil. Məsələn, bu tərz buludda paylaşılmış faylların ən böyük risk tərəfi budur. Çünki link doğrudur, link təhlükəsizdir, amma içərisindəki fayl zərərlidir. Eyni şey burada da. Biz gəlib baxırıq, paypal.com-dur və girib internetdən araşdırsaq, onsuz da paypal.com-un rəsmi adresinin onsuz da PayPal olduğunu görürük. Belə olduğu halda bu da doğrudur. Linklərə gəlib baxsaq, linklər də paypal.com, bu da doğrudur. Amma bayaq da dediyimiz kimi, linklərdən daha çox bir də yazılan mesajlara da baxmaq lazımdır. Biz bunu çevirəndə burada nə görəcəyik? Görəcəyik ki, kimsə bizim hesabdan $600 çəkmək istəyir və bununla bağlı bir nömrə göndərir bizə. Deyir ki, bu nömrə ilə əlaqə saxla. İndi biz bu nömrə ilə əlaqə saxlayanda əslində gəlib burada PayPal-ın rəsmi, yəni legit nömrələrini araşdıra bilərik. Və rəsmi nömrələrini araşdıranda burada customer service-dən, yəni müştəri əlaqə xidmətlərinin nömrələri qoyulur. Və biz gəlib bura baxsaq nömrələrə, əlaqə nömrəsinin məsələn, burada kontakt us bölməsində, yəni bizlə əlaqə saxlayın bölməsində mütləq bir şəkildə öz nömrələrini də qeyd edirlər. Sadəcə bir dənə nömrəni tapaq. Aha. Məsələn, burada göstərir. Deyir ki, PayPal-ın customer service nömrəsi budur. 1-888-221-100.
1161. Amma buradakı nömrə tam fərqlidir. Bu bizə gətirib nəyi çıxarda bilər? Bu gətirib onu çıxarda bilər ki, biz zəng elədiyimiz nömrə saxta bir nömrədir. Belə olduğu halda biz zəng eləyəcəyik. Burada isə phishing dediyimiz nömrədən phishingə məruz qalmış olacağıq. Bu hissədə belə. Yenə də biz deyirik ki, bu artıq phishingdir. Məsələn, burada bu artıq rəsmi maildir. Gəlib məsələn Dropbox-un rəsmi mailini araşdırsaq. Məsələn, burada rəsmi maillərinə baxırıq. Məsələn, burada öz rəsmi maillərini görürük. Dropbox.com, dropboxmail.com və dropboxsenders.com. Və gəlib baxdığımız zaman mailin doğru olduğunu da görürük. Gedilən linklərə baxdığımızda linklərin də doğru olduğunu görürük. Ona görə biz deyirik ki, bu mail necə bir maildir? Zərərsiz maildir. Və bu hissəni də keçirik. Və bir də gələn phishing dediyimiz bu proseslər var. Yəni telefondan bizə göndərilən mesajlar. Və hətta belə deyim, sizə Google-dan mail gəlir də təsdiqləmə ilə bağlı və s. Bu maillər necə bir maillər? Yəni nömrənizə gəldiyi zaman nə tip bir görüntü görürsüz burada? Yəni burada bu tərz nömrə görürsüz, yoxsa birbaşa Google-un adını? Yəni Google-a deyək ki, verifikasiya kodunuz gəlir sizdən. Bu necə görünür başlıq olaraq burada? Google-un adı görsən, sonra nömrə görsən. Aha. Yəni Google-un adı görünür. Yəni hər hansı bir birbaşa nömrə şəklində gəlib düşmür bura. Yəni belə olduğu halda, əgər nömrə ilə gəlib düşüb bizə deyirsə ki, Google-un təsdiqləmə kodu budur, avtomatik biz deyirik ki, bu phishing nümunəsidir. Və burada da qeyd edirik ki, bu phishingdir. Məsələn, burada da deyək ki, bizim parol oğurlanıb və Google da bizə bunu bildirir ki, sənin parolun oğurlanıb, get parolunu dəyişdir tərzində. İndi belə olduğu halda birinci nəyə diqqət eləməliyik? Yenə bizi hara yönləndirir? Biz gəlib burada baxsaq, bir saniyə üzr istəyirəm, bir dəqiqə. Yusif bəy, mikrofonunuz bağlıdır. Deməli, baxın, bu gördüyünüz SMS Paşa Sığortadan gəlib. Amma fikir versiniz, aşağıdakı domendə normalda Paşa Sığortanın öz veb səhifəsi var, amma başqa bir linkə göndərir bizi. Belə olan halda mütləq şəkildə siz həmin linki bizim bayaq qeyd elədiyimiz formada yoxlaya bilərsiniz. Və yaxud da indi bir dəqiqə mən sizə başqa bir SMS də göstərim. Baxın, bu SMS-də Kapital Bankdan gəlib. Yəni, gördüyünüz kimi Kapital Bankın da öz səhifəsi var, amma burada həmin domen deyil, başqa domendir. Bəzən olur ki, qısaldılmış domenlərdən gəlir. Yəni, orada 3W-dan sonra 2 ya 3 simvol olur. Onlar qısaldılmış domen adlanır. Əslində, onların siz klik eləyəndə normal veb səhifəyə yönləndirir. Belə olan halda biz bütün bu gələn SMS-ləri düzdür, çətindir, amma həmin linkləri yoxlamadan açmaq tövsiyə olunmur. Hətta
müxtəlif iş qruplarınız var, ya dostlarınızla olan qruplarınız var. Bəzən olur oradakılardan kimsə atır ki, məsəl üçün mən hansısa müsabiqəyə qoşulmuşam. Zəhmət olmasa bu linkə girin, səs verin. Hər nə qədər də yaxın adam olsa, yəni bu bizim hər birimizin ən azından ayda bir dəfə başımıza gələn hadisələrdir ki, orada belə fikir verməliyik ki, biz ona klik eləməyək. Çünki bizim bir ağıllı telefonumuz var və böyük ehtimal çoxumuz orada bütün hər şeyi saxlayırıq. Çünki mobil bank applicationlarından korporativ e-mailimizə qədər, kalendarımıza qədər hər şeyi orada saxlayırıq. Yəni elementar bu formada bir diqqətsizliyimiz həmin telefondakı müəyyən məlumatların itməsinə gətirib çıxardır ki, bu da o kəpənək effekti olur da. Burada bir parolun itməsi hansısa bir müəssisənin haker hücumuna məruz qalmasına gətirib çıxarda bilir. Və yaxud da ki, ən azından sizin fərd olaraq bir pul itkisinə, yəni maddi itkiyə gətirib çıxarda bilər. Toğrul bəy düzəldirsiniz də? Bəli, davam edə bilərəm. Buyurun. İndi davam eləyək yenə. Bəlkə bizə bir Google-dan mesaj gəlib. Burada yenə birinci eləməli olduğumuz şey senderin, yəni kimin göndərdiyinə baxmalıyıq. Və göndərilən mail adresi budur. Gəlib buradan yenə rəsmi olaraq Google-un öz legit mail adreslərini araşdıra bilərik. Buradan gəlib baxdığımızda və burada deyir, rəsmi Google mailləri mütləq bir şəkildə google.com-la bitməlidir. Yəni ət işarəsindən sağdakı bütün hissə ancaq bundan ibarət olmalı. Başqa heç bir alternativ də ola bilməz. Amma biz gəlib burada baxırıq ki, necə bitib? Google.support-la bitib. Artıq bu bir şübhəli domen adresidir deyə biz buna əsasən onsuz da deyə bilərik ki, bu phishing adresidir. Amma ondan yanaşı gəlib burada change password hissəsinə baxsaq və bizi göndərdiyi səhifəni əslində burada görəcəyik. Burada da yaxınlaşdırsaq biraz. Məsələn, domen adına baxırıq. Yenə dedik ki, buradan ayırırıq, bir də ən sonda bu hissədən ayırırıq. Belə olduğu halda əslində bizim domen adresimiz mlsecurity.org-dur. Bu .org bunun organization, yəni bir şirkətə aid olduğunu göstərir və ondan sonra gələn birbaşa bu hissə isə domen adı adlanır. Domain adı deyirik. Bunlar isə artıq bunun subdomain hissələridir və biz əslində bu subdomain hissəsində my.google.com-u görürük. Yəni bizə aldadıcı gələn hissə budur, yəni subdomaində yazılan bir şeydir. Və bunu deyim ki, domen adları unikaldır. Yəni google.com bir dəfə alına bilər. Yəni ikinci bir şirkət gedib google.com ala bilməz. Onun ala biləcəyi alternativ məsələn bir Google ola bilər, bu şəkildə ola bilər və ya Google. Deyil də, məsələn, 2 E-li olan hala ola bilər, məsələn, 2 dənə E-li. Ancaq bu şəkildə ola bilər. Yəni heç bir şirkət gedib də google.com ala bilməz. Amma bu qayda subdomenə aid deyil. Yəni subdomenə istədiyimiz bir adı yaza bilərik. Ona görə əsasən də hücumçular bu tərz boşluqlardan istifadə edir. Yəni google.com-u bura yazırlar. Biz gəlib ən sağdan araşdırdığımız zaman bu əyri xəttdən və görürük ki, əslində bu domen ad mlsecurity.org-dur. Ona görə biz bunlara əsasən deyirik ki, bu bir phishing mailidir. Və burada da fikir versəz, Google-dan bizə gəlir ki, government attackers may try to steal your password. Birincisi, bunu qeyd eləməliyik ki, Google kimi böyük bütün dünyaya və yaxud da ki, tək Google yox, ümumiyyətlə şirkətlər heç vaxt hücumçuları kateqoriyalaşdırmır. Yəni, bu hücumçunun motivasiyası ola bilər, bu hücumçunun fərqli davranışlarına görə ayırmırlar. Hücumçu zərər verən bir dənədir. Yəni, burada government backed deyərək, burada hücumçunu bir növ kateqoriyalaşdırır. Yəni, deyir ki, bu hökumət dəstəkli bir hücumçulardır. Aslında biz buradan məntiq xətasını başa düşürük və bundan yanaşı yenə senderə baxdığımızda google.support düzgün bir şey deyil. Ona görə buna deyirik biz phishing. Daha sonra nəyə baxırıq? Məsəl üçün bizə bir Netflix-dən mesaj gəlib ki, bəs hesabınızın ödəmə metodlarında problem yarandı. Siz yeni ödəmə metodlarını bura daxil edə bilərsiniz. Birincisi, göndərənin mail adresini biz onsuz da burada görürük. Göndərəndə biz Netflix-in username yerində olduğunu görürük və username yerində olmağı onun rəsmi olduğu mənasını vermir.
Yenə gəlirik internetdən hər daim hər bir şeyə şübhəli yanaşdığımız kimi buna da yanaşırıq. Və deyirik ki, Netflixin rəsmi mail adresi nədir? Yəni mən hardan bilə bilərəm ki, mənə gələn mail rəsmi Netflixdən gəlir? Fərqli bir saytdan da ola bilər. Bunu əslində hər bir sayt özünü təsdiq etmək üçün paylaşır. Məsələn, burada da deyir. Yəni mütləq bir şəkildə baxdığımız zaman hamısının sonunda deyir ki, @netflix.com olmalıdır. Yəni işarəsinin sağ tərəfi mütləq netflix.org.com olmalıdır. Amma biz görürük ki, burada random hərfli bir org saytıdır. Buna görə avtomatik biz deyirik ki, bir göstəricimiz budur və ikinci hissəyə də gəlib baxanda yenə bir domen adı nətərdirsə, mail adı da 99% eyni olur. Yəni bunun saytına da gəlib baxsaq, saytı da yəni netflix.com-dan bitir. Amma biz gəlib burada saytı analiz edəndə home.as-dan bitir. Daha doğrusu online home.as-dan bitir. Yəni burada yenə əsas adımız bu hissədir. Və bu iki xüsusiyyətə görə biz konkret olaraq nə deyirik bu? Phishing mailidir. Doğru müəllim, bir dənə dövlət qurumlarına xas bir hücum növünü izah edeyim. İndi burada Bəli, buyurun. əməkdaşlar çoxdular. Adətən dövlət qurumlarında bu vətəndaş müraciətləri ilə bağlı qanunvericiliyə uyğun olaraq bütün müraciətlər gəlir ümumi şöbəyə və əminəm ki, İqtisadiyyat Nazirliyinin ümumi şöbəsində də bu cür sorğular kifayət qədər çoxdur ki, bu analiz olunmalıdır ki, bu hara yönləndirilsin, necə olsun. Bəzən olur, ora CV əlavə eləyirlər. Bəzən olur ki, məsəl üçün hansısa dələduz yazır ki, bizim sizlə müqaviləmiz var və bu ödəniş edilməyib, zəhmət olmasa bunu ödəyin və attachment-da da invoice deyə bir fayl yapışdırır. Təbii ki, ümumi şöbədə işləyən əməkdaş bunu ilk qəbul edən adam olur və onu avtomatik olaraq yönləndirir maliyyəyə, yəni bu ödənişi eləməsi lazım olan hissəyə. Və yaxud bizim müqaviləmiz təsdiqlənməyib, biz göndərmişdik, qalıb bu formada bir çox mətn yaza bilərlər. Ona görə də, yəni necə ki şəbəkəni hansısa bir avadanlıq qoruyur, bu vətəndaşların elektron müraciətləri də artması ilə əlaqədar ümumi şöbədə də əməkdaşlar daha çox maariflənməlidir və daha çox baxmalıdır. Çünki maliyyədə oturan bir yoldaşa ümumi şöbədən e-mail gəlirsə, maliyyədə oturan əməkdaş düşünür ki, ümumi şöbə bunu oxuyub və baxıbdır, ona görə mənə yönləndiribdir və avtomatik klik eləyə bilir. Yəni mənim təcrübəmdə 3 dövlət qurumunda bu şəkildə ümumi şöbənin yönləndirdiyi e-mail digər departamentdə, şöbədə hansısa kompüteri şifrələnməsinə gətirir, çıxardır ki, biz bugünkü təqdimatın əvvəlində qeyd elədiyimiz ransomware hücumundan danışırıq. Belə olan halda bütün kompüterdəki məlumatlar şifrələnir və əvəzində ödəniş tələb olunur. Yəni ona görə bu formada indi bilmirəm ümumi şöbədən yoldaşlar varsa, onlar daha çox diqqət eləsinlər. Çünki vətəndaş müraciətlərinin tələblərinə görə veb səhifədə də var ki, vətəndaş oradan müraciət eləyə bilər, vətəndaş oradan fayl yükləyə bilər. Eyni şəkildə də sahibkarlar. Çünki İqtisadiyyat Nazirliyinin həm sahibkarlar, həm vətəndaşlar hər kəs müraciət eləyə bilər. Bu məsələni diqqətə almanızı xahiş edirəm. Bir də əlavə olaraq bunu qeyd etmək istərdim ki, məsələn, bu tərz fikir verirsinizsə, bu tərz yüklənmiş faylların sonunda məsələn .pdf və s. kimi görünmür. Yəni onun uzantısı görünmür. Və bu yaxınlarda oxumuşdum, xüsusi rabitənin bir paylaşdığı real insidentin nəticəsində maliyyə qeydləri .exe adında bir fayl olub və həmin istifadəçi o faylı klikləyib. Sadəcə belə bir şey var ki, onun extensionu burada görünmədiyinə görə, yəni uzantısı, o onu sadəcə bir random bir PDF kimi və s. kimi də qəbul eləmiş ola bilər. Ona görə nə etmək daha okey olar? Burada view hissəsində show bölməsi var. Və bu show bölməsində isə burada fayl adlarının uzantılarını da göstərdiyi bir bölmə var. Bunu asandan sonra... Ekranınız görsənmir. Ekranınız görsənmir. Üzr istəyirəm. İndi görünür. Görünür indi bəli. Bəli. Məsələn, normalda bu şəkildədir. Fikir verirsinizsə, hər hansı bir sonluq görünmür burada. Belə olduğu halda, məsələn, .exe sonluqlu fayl da görünmür.
Belə olduğu halda view hissəsindən show bölməsi var. Və burada isə faylın sonluğunu açın deyə bir bölmə var. Və bunu açandan sonra artıq faylın uzantılarını biz görmüş olacağıq. Yəni .pdf.exe olsa, avtomatik olaraq biz başa düşürük. Məsələn, hətta gəlin bunu sizlə bir yerdə eləyək. Məsələn, bunun sonluğuna .exe yazım, enter versəm. Məsələn, burada mən bunu bağlasam, .pdf şəkildə görmüş olacaq. Bu artıq məni məsələn inandıra bilər ki, bu .pdf faylı, bir PDF faylı. Amma əslində bəlkə də bir çalışdırılan fayldır. Ona görə mütləq bir şəkildə show hissəsində bu extensionlar açıq olsun ki, biz pdf.exe-ni görə bilək. Bu belə. İndi isə davam eləyək digər menüyə. Bir də bayaq yenə qeyd etdiyimiz kimi, deyək ki, boşluq birbaşa saytda olmasa da, o saytda məsələn, deyək ki, Google-da belə bir kalendar var özünün və orada müəyyən meetlərə tarix qeyd edirik. Deyək ki, Teams-dən bizə kimsə bir görüş açmış ola bilər. Rəsmi bir görüş kimi görünər. Amma daxil olduğumuz zaman daha çox sosial mühəndislik hücumunla qarşılaşa bilərik. Yəni, belə olduğu halda da biz avtomatik müəyyən bir şübhəli davranışları eləməliyik daha sonra. Yenə burada da əsas məqsəd nədir? Yemləmə bölməsi. Yəni, durduq yerə bir Google-da mənə pulsuz telefon verə bilməzdi. Yəni, belə bir şeyin olma ehtimalı azdır. Ona görə biz buna phishing deyirik və bununla da bitiririk. Və bununla da artıq sessiyamızın ən sonuncu hissəsi bitmiş olur. Buyurun Yusuf bəy, siz davam edin. Çox sağ olun qulaq asdığınız üçün. Yəni suallar varsa, biz bunları cavablandıra bilərik. Hər hansı bir şübhəli məqam. Yəni belə deyim, istifadəçilərin ən çox çəkindikləri məqamlardan biri də odur ki, hər hansı bir zərərverici link, hər hansı bir zərərverici fayl daxil olanda istifadəçi ona klik eləyir və klik elədiyi halda heç bir şey baş vermir. Misal üçün, sizə bir link gəldi, e-maildə baxdınız, klik elədiniz, amma heç nə açılmadı. Nə brauzer açıldı, nə heç bir reaksiya vermədi. Siz də dediniz ki, okey, işləmir də. Qoydunuz qırağa və demək ki, işləmir bu dediniz və işinizə davam elədiniz. Belə olan halda belə siz hər bir əməkdaş, hər bir istifadəçi aidiyyəti iş yoldaşlarına, yəni kiber təhlükəsizlik və IT mütəxəssislərə müraciət etməlidir ki, mənə belə bir link gəldi, mən klik elədim, amma cavab vermədi. Burada istifadəçilər iki şeydən çəkinir. Bir, tənqiddən çəkinir ki, yəni kimsə onu ittiham edə bilər ki, sən buna niyə klik elədin? İkinci məsələ də o doğrudan da fikirləşir ki, bu işləmədi, demək ki, heç nə olmadı. Amma nəzərə alın ki, hər klikin arxasında bir əmr verilir. Yəni siz o siçanın sol düyməsinə sıxdığınız anda kompüterə bir əmr gedir və siz onu gördünüz, görmədiniz, orada bir proses başlayır. Yəni çünki hakerin hədəfi hər hansı bir əməkdaş deyil. Hakerin hədəfi o əməkdaşdan istifadə eləyib onun çalışdığı müəssisəyə zərər vurmaqdır. Burada da təbii ki, müxtəlif motivlər ola bilər. Yəni, bu bildiyiniz cinayət faktlarıdır. Hansı ki, hər bir cinayətin bir motivi olur. Burada da motiv, görüşün əvvəlində də dediyimiz kimi, ya reputasiya ola bilər, yəni Azərbaycanda, məsələn, bu dövlət qurumunu biz belə xəq elədik və yaxud da ən çox yayılanı da maddi qarşılığını almaqdır. Buyurun, suallarınız varsa biz cavablandıraq. Əlim, xahiş edirəm, imkan varsa o təqdimatı çata qoyardınız da, biz sonra onu götürək. Biraz mürəkkəb şeylər var idi, onları oxumaq lazımdır. Məncə biz onu yönləndirəcəyik. Xanım var idi, o özü paylaşarsın. Amma bir şey vurğulamaq istəyirəm. Təşəkkürlər təlim üçün. Şifrələrin qorunması ilə bağlı danışdınız. Məsələn, dövlət qurumlarında bir çox sistemlərdə dediyiniz kimi eyni şifrələr tətbiq olunur və daha çox insanlar yadda qalan şifrələri tətbiq etməyə çalışırlar ki, yadda saxlasınlar. Ancaq daha müasir tətbiqlərdə artıq bir çox open source və yaxud da ki, belə deyək də, qurumlar üçün istifadə olunan şifrə idarə etmə sistemləri, password menecerlər var. Mən istərdim ki, bu təlimdə də bunun istifadəsinin qurum üçün faydaları haqqında danışasınız. Bəli, məsələn, bayaq deyildi ki, məsələn, Photoshop kimi lisenziyalı proqramlar
problem yaradırdı o qədər ödəniş eləməyə. Sizin də Fərhad bəyin də vurğuladığı kimi open source, yəni açıq mənbəli, yəni hər hansısa bir lisenziya tələb eləməyən proqramlardan da istifadə oluna bilər. Məsələn, bu dəqiqə ən çox istifadə olunan KeePass-dir ki, demək olar ki, bir çox qurum parol belə deyim, save eləmək üçün KeePass-dən istifadə edir. Bununla yanaşı ödənişli platformalar da var. Məsələn, OnePassword kimi platformalar var ki, OnePassword-un belə bir iddiası da var ki, onun belə deyim, save elədiyi database-i qıran şəxsə $1 milyon kimi bir hədiyyəsi də var. Yəni bu tərz password menecerlərdən istifadə oluna bilər ödənişli və yaxud da ki, hər hansı bir ödəniş istifadə etmək istəmirsinizsə də yenə KeePass-dən istifadə oluna bilər. Bu dəqiqə sektorda ən çox geniş istifadə olunan open source həldir. Hörmətli həmkarlar, hər birinizə qatıldığınız üçün təşəkkür edirik və sizdən bir xahişim olacaq. Zəhmət olmasa məmnuniyyət sorğusunda iştirak edərdiniz. Mən də bir söz demək istəyirəm yekunda. Təşəkkür hamınızın qatıldığı üçün. Biz adətən bu təlimləri onlayn yox, offlayn veririk və daha kiçik qruplarla. İnşallah gələcəkdə onu istəsəz onunla da edə bilərik. Ümid edirəm necəsə biz sizə faydalı olduq və kiber davranışlara və bundan sonra bütün bu bizim artıq 2 dənə dünyamız var, real dünya və virtual dünya. Hansı ki, virtual dünyada bizim eyni həyatın kopyası qalır. Bəlkə real dünyada heç bir iz buraxmırıqsa, amma kiber dünyada kiber tozu deyilən bir şey var və onu ilə biz artıq hər yerdə bir iz buraxırıq. Yaxşı izlər buraxmağımız ümidi ilə sizi ilə sağollaşırıq. İrad və təkliflərinizi xahiş edirəm. İstəsəz Nigar xanıma bildirin, o da bizə çatdırar. Təşəkkür edirəm. Çox sağ olun. Çox sağ olun. Minnətdarım. Çox sağ olun. Çox sağ olun. Çox sağ olun. Günel Sağ xanım. olun. Çox sağ olun, təşəkkür edirik. Çox sağ olun. Sağ olun Dürdane xanım. Siz də çox sağ olun. Kommentləriniz yerində oldu. Yəni əminəm ki, gələcəkdə biz çox bəhrələnəcəyik Çox sizin gözəl kommentlərdən. təqdimatdır. Sadəcə fikirlərimizi bildirdik. Təşəkkür Yox, ederim. 100%. Mən sizə bundan görə ancaq təşəkkür edirəm. Çox sağ olun, çox sağ olun hamınız. Sağ olun. Sağ olun. Çox sağ olun. Təşəkkür edirəm.